Deyək, onsuz da rekord olacaqdır. Axşam qrupa göndəriləcəkdir. Ə, Gecikən olsa artıq rekorddan ə, baxarlar. Çünki PDF-də göndərəcək artıq 15 dəqiqə keçib biz başlayaq. Təkrardan salamlar. Ümid edirəm ki, hər şey sizin üçün çox faydalı olar bu məlumatlar. Birinci özüm haqqında biraz qısa məlumat verim, sonra bizim kursun gedişatı haqqında məlumat verəcəm. Mən Ümid Salay 6 ilə yaxın marketinq sahəsində çalışmışam. Son 2 ildə süni intellekt sahəsində çalışıram. Yəni 2 ilə yaxında, 1 ildən də çoxdur sırf peşə üzrə peşəkar olaraq çalışıram. İndi hal-hazırda bir şirkətdə AI kreativ direktor olaraq çalışıram. Deməli bizim kursumuzda öyrənəcəyimiz şey, bizim kursumuz 8 dərslik nəzərdə tutulubdur. Biz süni intellektdə bu hal-hazırda öyrəndiyimiz, həyatımızda olan generativ AI dediyimiz yaradıcı süni intellekt nədir? Biz onunla necə yarandı, digər süni intellekt modellərindən fərqi nədir? Sonra süni intellektdən düzgün istifadə üçün prompt mühəndisliyi. Bu gün ilk dərsimiz olacaqdı. İlk dərsimizdə generativ AI nədir, necə yarandı və prompt mühəndisliyi haqqında keçəcəyik. Nəsə bir sualınız olsa, mesaj olaraq da yaza bilərsiniz. Hal-hazırda çox deyilik, belə də soruşa bilərsiniz. Yəni nə qədər çox sual olsa, mən o qədər çox sevinərəm. Yəni hər hansı bir sualınız olsa düşünməyin ki, bəlkə bəsit sual ola bilər. Suallar nə qədər olsa o qədər yaxşıdır ki, daha anlaşılabilir olar, ağılda sual işarəsi qalmaz. Uyğunsa başlayaq indi. Bəli, başlaya bilərik. Əla. Deməli, əslində ilk olaraq bu biraz texnik məlumat da deyil. Sadəcə süni intellektlə əlaqəli biz seminarda, workshopda hara getsək, bu qısa bir onun tarixi ilə əlaqəli bəzi nüanslar var. Mən düşünürəm ki, o bu gün hamının bilməsi gərəkən bir şeylərdir. Hamımızın marağı var, hamımız öyrənmək istəyirik. Sadəcə orada bir qısa bəzi nüanslar var ki, onları bilsək, bəzi şeyləri başa düşmək tərəfdən bizə daha yaxşı olacaqdır. İlk olaraq keçirik ki, süni intellekt nədir? Süni intellekt əslində insan beynində insanı təqlid eləmək üçün yaradılmış bir sistemdir. Yəni bir digital avatar deyək, beynimizin digital avatarıdır. İnsanları təqlid eləmək üçün yaradılıb. Məqsəd nədir əslində? Çünki biz canlı olduğumuz üçün bizim limitlərimiz mövcuddur. Biz yatmalıyıq, istirahət eləməliyik, eyni anda bir neçə işi görə bilmərik, yoruluruq. Amma süni intellektdə bu elə deyil, tamamilə əksinədir. Bizi hal-hazırda süni intellekt ya da kompüterdən belə deyim, ən böyük ayıran tək bir şey daha ağıllı və ya daha verimli olmağımız deyil ki, bizim duyğularımızın olmağıdır ki, biz bir qərar verəndə duyğularımıza əsasən qərar verə bilirik. Süni intellektdə isə burada tamamilə əksədə sırf məntiq çərçivəsində verilir cavablar. İndi belə bir şey var ki, süni intellekt nədir? Bizim burada gördüyümüz yumrunun tamamı süni intellekt olaraq gedir ki, onun bir neçə hissəsi var və biz hansını öyrənəcəyik? Çünki bəlkə qarşınıza çıxdığında mənim də ən çox qarşılaşdığım problemlərdən biri odur ki, məsələn, mən süni intellekt mütəxəssisiyəm, hətta ekspertim generativ AI üzrə, yaradıcı süni intellekt üzrə. Və bəzən kodlaşdırma ilə əlaqəli bir şey olanda mənə də deyirlər. Deyirəm mən kodlaşdırma bilmirəm. Deyirlər necə olur süni intellekt mütəxəssisisən. Orada insanların ağlında çox böyük bir qarışıqlıq var. Yəni 99% insan bizim hal-hazırda öyrəndiyimiz süni intellektin nə olduğunu bilmir. Digər süni intellekt modellərindən fərqi nədir onu da bilmir. Bu insanlarda böyük çaşqınlıq yaradır. Ona görə süni intellektlə hazırda işləmək üçün hamı elə bilir ki, kod bilmək məcburidir. Onlarla bu hissədə əslində biz onu öyrənəcəyik ki, bizim hal-hazırda keçdiyimiz süni intellekt nədir və bizim koda ehtiyacımız yoxdur. Burada gəlir ki, süni intellektin tamamı. Onun içində gəlir ilkin etapda machine learning, maşın öyrənməsi, süni intellektin təməli, deep learning, dərin öyrənmə və bizim keçdiyimiz generativ AI. Bu hal-hazırda süni intellektin ən son qoludur. Bundan o tərəfə bir qol daha var ki, o AGI dedikləri bir moddur. Super AI, yəni düşünə bilən və qərar verə bilən süni intellekt modeli. Yəni 3 il, 5 il əvvələ qədər deyirdilər ki, super AI-ın olmağı ən yaxşı ehtimalla 30 il sonra olacaq. Amma son 3 ildə bizim də birbaşa özümüzün də gördüyü kimi süni intellektin inkişafından sonra bu tarixi 5-7 il içərisində deyirlər ki, olması yüksək ehtimaldır. Özü düşünə bilib, özü qərar verə bilən süni intellekt. Və bizim öyrəndiyimiz bu generativ AI hissəsidir. Və burada ən əsas hissələrdən biri də budur ki, biz bunu bilməliyik. Çünki görürük ki, süni intellektin əslində təməli 1950-ci illərə dayanır. Halbuki süni intellekt bizim həyatımıza daxil olub son 2-3 ildir. Hətta daha dəqiq desək 2022 noyabr ayından etibarən
ChatGPT-nin yaranması ilə birlikdə generativ AI bizim həyatımıza daxil olub və o vaxta qədər biz süni intellektdən istifadə edə bilmirdik. Və insanlar hələ də elə bilirlər ki, süni intellekt yeni yaranmış bir şeydir. Halbuki süni intellektin tarixi 1950-ci illərə dayanır. Alan Turing süni intellektin əsasını qoyan elm adamlarından biridir və Turing testi anlayışını yaradır. Birazdan onun haqqında daha ətraflı danışacağıq. Çünki süni intellekti istər texnik yönümlü, istər yaradıcılıq yönümlü öyrənəndə Alan Turingi bilmək məncə mükəmməl bir şeydir. Onun haqqında dünyada gəlmiş keçmiş elm adamlarından Nikola Tesla kimi dəyəri bilinməyən insanlardan biridir. 1950-ci illərdən süni intellekt mövzusu demək olar ki, var. Hətta rəsmi olaraq ilk terim 1956-cı ildə Dartmouth konfransında istifadə olunub. John McCarthy. John McCarthy də süni intellektin atası olaraq istifadə olunur. Ləqəbi belədir. Axtarışlarda bəlkə də vaxtsa xəbərlərə baxsaz qabağınıza, qarşınıza çıxanda bu adla çıxır. Süni intellektin ilk terimi 1956-cı ildə istifadə olunur. Orta hesabla 70 il bundan əvvəl. Sonra gəlir süni intellektin burada qısa tarixinə baxaq. Bilməliyik ki, bizim hal-hazırda istifadə etdiyimiz yerə necə gəlib çıxdı və ilk istifadə olunan süni intellekt nə idi? 1960-80-ci illərdə süni intellektdə qısa chatbotlar yaradıldı, amma o vaxtki dövrün məhdud texnologiyası ilə əlaqəli olaraq inkişaf çox zəif gedir. Və üstünə bunun Amerika ilə SSR arasında olan soyuq savaş dövrünü də nəzərə alsaq, ikisində də daha çox kosmosa getmə üzərinə yarış davam eləyirdi. Ona görə süni intellekt mövzularına yatırım eləmədilər. Hətta Amerika eləmişdi. Daha çox xərc tələb elədiyi üçün saxladılar ki, bunun bizə hal-hazırda xeyri yoxdur. Amma belə də bir nüans var ki, fikir olaraq hal-hazırdakı günləri fikirləşə bilirdilər 1956-cı illərdə də. Amma o vaxtın texnologiyası bu qədər inkişaf eləməyinə icazə vermirdi. Çox zəif idi. 60-80-ci illər hətta süni intellektdə qış dövrü adlanır ki, inkişaf çox zəif gedibdi. Ortada 1956-cı ildə atılmış fikir var. 40 il ortada çox ciddi bir şey olmur. Məsələn, bizim istifadə etdiyimiz ChatGPT, yəni chatbotlar ilk hətta chatbot 1966-cı, 65-ci illərdə yaradılıbdır. Biz amma ChatGPT-ni istifadə edirik, son 3 ildə həyatımızdadır. İlki 1960-cı illərdə çıxıb, 60 il əvvəl və bunu bir psixoloq yaradıbdır. Öz pasientlərindən əldə elədiyi məlumatla bir bot yaradır və insanlar o botdan başlayırlar söhbət eləməyə. Tam 60 il əvvəl. Sonra gəlir artıq süni intellekt yavaş-yavaş dirçəliş dövrləri gəlir ki, 1997-ci ildə IBM-in Watson modeli bir məlumat yarışmasında insanlara qalib gəlir. Sonra gəlir, hətta bunu atladım. 1997-ci ildə ən əsas xəbər IBM-in Deep Blue modeli ki, bu dünyada süni intellektin, dünyanın süni intellekti ilk tanıdığı vaxtdır. 1997-də ki, ilk dəfə bir süni intellekt, yəni bir kompüter insana Garri Kasparova şahmatda dünya çempionu olana qalib gəlir. Bu mediatik yönümlü olaraq kütlənin, cəmiyyətin süni intellektin ilk xəbəri olduğu vaxtdır demək olar ki. Sonra gəlir 2011 məlumat yarışmasında insanlara qalib gəlir və 1997-də şahmatda qalib gəlməsinə baxmayaraq 2017-ci ildə dünyanın ən çətin masa oyunu olaraq sayılan Go oyununda Google-un DeepMind modeli insana qalib gəlir, çempiona qalib gəlir. Və bu artıq süni intellektin nə qədər inkişaf elədiyi insanlar tərəfindən qəbul olunmağa başlayır ki, ilk 2017-dən etibarən hər sahədə insandan daha yaxşıdır. Elmi sahələrdə, belə deyək, mənəvi sahələri nəzərə almadan. Sonra gəlir bir dəqiqə. Sonra gəlir ki, 2020 və sonrası. Bizim əslində keçdiyimiz şeylər, bizim öyrəndiyimiz şeylərin başlanma tarixi 2020 və sonrasıdır ki, generativ AI-ın insanlar üçün əlçatan olması və ChatGPT-nin tamamilə bizim həyatımıza girməyi. Ki, çox uzaq bir tarix deyil. Yəni mən də onu yaşamışam, siz də çox ehtimal ki, yaşamısınız. Xəbərlərdə birdən-birə internetdə görməyə başladım ki, bir model çıxıbdı, yazırsan sənə cavab verir. Biz o vaxta qədər alışmamışdıq elə sistemə, çünki biz axtarış eləyəndə Google üzərindən eləyirdik.
Google-a nəsə bir şey yazırdıq, axtarırdı, o gedib o məlumatı bizə tapırdı. Biz o saytların içində bizə lazım olan məlumat tapırdıq. İlk dəfə 2022-dən etibarən bir model çıxdı ki, yazdığımız hər şeyə anında cavab verməyə başladı. O ilk olaraq generativ AI-ın tamamilə insanlar üçün əlçatan olduğu tarixdir. Və dünya 2020-dən sonra tamamilə 2023-dən sonra tamamilə dəyişməyə başladı. Çünki süni intellektin 50-ci ildən 2023-ə qədər gəldiyi inkişaf dövrü ya son 3 ildə gəldiyi inkişaf dövründən daha zəifdir. Burada dedik ki, Alan Turing vardı ki, Alan Turing süni intellektin təməlini qoyan elm adamlarından biri olaraq sayılır. Bunun bir filmi də var, bəlkə baxmısınız. Imitation Game deyə bir filmi də var. Film də çox maraqlıdır. Alan Turing əslində bu aparatı yaradır. Aparatın yaratma səbəbi nə idi? İkinci Dünya müharibəsində almanlar Enigma deyə bir kodlaşma üsulundan istifadə edirdilər ki, və hara hücum eləyəcəklərini, nə vaxt hücum eləyəcək, bütün strateji söhbətlərin hamısı o kodlama vasitəsilə gedirdi. Və Amerika bunun qarşısını ala bilmirdi ki, onlar hara hücum eləyəcəklər, nə vaxt. Ona görə elm adamlarından ibarət bir komanda yığılır ki, bunların şifrəsini çözmək üçün. Və heç cürə o şifrəni çözə bilmirlər. Çünki şifrə hər 24 saatda bir yenilənir. Ondan sonra Alan Turing belə bir aparat yaratdı ki, bu kompüterin də atası hesab olunan aparatdır. Demək olar ki, bu aparat vasitəsilə gələn kodları qırmağa başlayır. Bu aparatın adı Bombay. Və hətta deyilir ki, bu aparatın kəşfindən sonra rəsmi qeydlərdə olmasa da, İkinci Dünya müharibəsinin tez bitmə səbəblərindən biri bu aparatın kəşfidir və daha az insanın ölmə səbəblərindən biri bu aparatın kəşfi idi ki, qabaqcadan hara hücum edəcəklərini bilirdilər və onun qarşısını almaq mümkün idi. Əslində Alan Turing də dünyada hal-hazırda son illərdə Nikola Tesla'da olduğu kimi Nikola Tesla son 10 ildə dünyada biraz adı hallanmağa başladı, hamı tərəfindən tanınmağa başladı. Alan Turing də elə biridir ki, son 3-4 ildir bu süni intellektin inkişafı ilə bir yerdə adı hallanmağa başladı və insanlar onu tanımağa başladılar. Turing testi deyildik, yaratmışdı. Turing testi əslində çox maraqlı bir test idi ki, 1950-ci illərdə belə bir test yaradır ki 1950-ci illərdən yaranmasına baxmayaraq, Turing testi hal-hazırda belə təzə çıxan süni intellekt modelləri bu testdən keçirlər. Məsələn, ChatGPT-nin 5 modeli çıxdı, bu testdən keçir. Gemini-nin 1 modeli çıxdı, bu testdən keçir. Bu test rəsmi olaraq böyük bir test olmasa, mənəvi olaraq insanların qəbul elədiyi ən böyük testlərdən biridir. Keçək səbəbinə. Bura bir dənə diqqətlə qulaq asmağınızı istəyirəm. Deməli belə, biz C-də durmuşuq, qarşımızda 2 dənə qapalı bir otaq var. İki tərəfi də görmürük, onlar da bir-birini görmürlər. Biz sual veririk yazılı şəkildə. Bir tərəfdə kompüter var, bir tərəfdə insan. Bizim verdiyimiz sualı həm kompüter cavab verir, həm insan. Və biz onda ayırd eləməyə çalışırıq ki, bunu cavab verən insandır, yoxsa kompüterdir. Hal-hazırda yaşadığımız vəziyyət 1950-ci illərdə yaradılmış bir testdir ki, biz hal-hazırda olan yazıların süni intellektlə olub-olmadığını bilmirik. Artıq onu ayıra bilməyəcəyimiz yerə gəlmişik. Şəkillər də demək olar ki, ayıra bilməyəcəyimiz vəziyyətdədir. Biz onu illəri dərslərdə keçəndə sizin özünüz də şahid olasınız. Artıq videolarda o yerə gəlib çıxıb ki, biz nəyin real, nəyin AI olduğunu artıq seçə bilmirik. Bu Turing testi 1950-ci illərdə 50-ci illərdə bu testi yaradanda deyildi ki, elə bir gün gələcək, kompüter o vaxt deyilirdi, yəni süni intellekt olaraq yox da, kompüterlər elə inkişaf edəcək, yəni maşınlar elə inkişaf edəcək ki, insan artıq ayırd edə bilməyəcək onu. Və dediyi testdən bunun yaradılış vaxtından 70 il sonra hal-hazırda biz bu vəziyyəti birə-bir yaşayırıq. Yəni biz seçə bilmirik, süni intellekti yoxsa realdır. Və insanlar tərəfindən qəbul olunmuş ən böyük testlərdən də süni intellekt testlərindən biri budur. İndiyə kimi bu süni intellekt testini, bu Turing testini bir model keçib. Onu da bu il ərzində hətta 3 ay əvvəl, 3-4 ay əvvəl ChatGPT-nin 4.5 modeli çıxmışdı. Düzdür, indi ləğv elədilər, 5-ciyə keçdilər. O ilk dəfə bu testi keçibdi. Testi keçmə səbəbi də özünü Z nəsli kimi tanıtmağı olub ki, qarşı tərəf suallar verəndə Z nəsli kimi cavab verməyə başlayıb və qarşı tərəf bunun süni intellekt olduğunu seçə bilməyib. Çünki burada belə bir nüans var. İnsanların mənim fikrimcə ən çox yanlış anladığı bir nüans var ki, insanların robotlaşdığını düşünürlər ya da süni intellekt belə deyək də. Hamı düşünür ki, insanlar get-gedə robotlaşmağa başlayır. Amma burada çox incə bir nüans və çox önəmli bir nüans var ki,
Əslində insanlar robotlaşmır, robotlar insanlaşmağa başlayırlar. Bu çox ciddi bir mövzudur ki, insanlar bunu tamamilə yanlış qəbul edirlər. Çünki süni intellekt özünü insan kimi göstərməyə başlayır. Biz 3 il əvvəl ondan söhbət edəndə bilirdik bu tamamilə süni intellektdir. Artıq söhbət elədikcə görürük elə səmimi söhbət eləməyə başlayır ki, bir dostmuş kimi biz düşünə bilirik onu. Burada da süni intellektdən məqsəd nədir? Özünü insan kimi göstərə bilmək ki, biz onu insan kimi qəbul edə bilək. Sonra keçirik generativ AI-ın generativ AI dediyimiz Azərbaycanda tərcüməyə tam tərcümə də olunmur, amma yaradıcı süni intellekt olaraq biz tərcümə eləyirik, istifadə eləyirik. Yaradıcı süni intellekt nədir? Biz onları nələrdə istifadə edirik? İlk olaraq bunun işləmə prinsipi, generativ AI-nın işləmə prinsipi necədir? Çox qısa olaraq onun haqqında danışaq. Yəni süni intellekt yaradılan vaxtı ona məlumat topluluğu lazımdır ki, onun üstündə öyrənsin və bizə cavab verə bilsin. Çünki bizə verilən cavablar vaxtilə onun datasında olmuş, məlumat mərkəzində olmuş məlumatlar da belədir. İlk olaraq o məlumatlar toplanır ki, buna daxildə internetdə olan bütün blog yazıları, internet saytlarında olan bütün yazılar, xəbərlər, kitablar, bütün hamısı üzərinə bu süni intellekt modeli təlim alır. Öyrəndiyi məlumatlardan sonra yeni özü məlumat yarada bilir o məlumat topluluğundan. Və ən əsas məsələsi nədir? Ondan sonra gəlir bizə promptlar vasitəsilə fərdiləşmiş məlumat verir. Çünki bizə məsələn ümumi bir məlumat lazım deyil. Biz Azərbaycan Respublikasının yenidən qurulması ya da müstəqilliyin təmin olunması ilə bir mövzu araşdırırıqsa, avtomatik hər yerdə eyni mövzu çıxacaq. 1991, 18 oktyabr belə oldu, belə oldu, belə oldu. Bu ümumi bir məlumat da bir yerdə var. İnternetdə axtaranda hər yerdə o məlumat çıxır. Amma süni intellekt sizin o məlumatı alır, sizin istədiyiniz kimi o məlumatı analiz edir, sizin istədiyiniz formada sizə cavab verir. Və bu o deməkdir ki, öyrənir və onun üzərinə sizə görə yeni bir məlumat yaradır. Ki buna daxildir biz ilk yazı ilə əlaqəli deyirik. Buna daxildir ilk olaraq yazı olaraq başlamışdı. Hal-hazırda süni intellektdən yazı, şəkillər ki, biz də öyrənəcəyik bunların hamısında şəkillər yaratmaq olur, videolar yaratmaq olur, səsləndirmələr, musiqilər. Çünki məsələn əvvəllər elə idi ki, şəkillərə baxanda deyirdik, bunun barmağı keçən il 2 il əvvəl elə idi ki, süni intellektdən olan şəkillər şeyə görə seçilirdi. Ya gözü əyri olurdu, ya da barmağı artıq olurdu çox. Artıq elə bir problem qalmayıb. O deməklə o ki, həll olunub, artıq seçə bilmirik. Videolarda da demək olar ki, bu aradan qalxır ki, ona görə əslində bu video şəkillərlə əlaqəli maksimum dərəcədə insanlara məlumat verilməlidir ki, insanlar gördüyü hər şeyə artıq inanmağa başlayırlar. Bu da çox ciddi dezinformasiyaların yaranmağına gətirib çıxardır ki, bunun ən yaxın örnəklərini biz keçən il Amerikada olan yanğınlarda gördük ki, yanğınla əlaqəli olan videoların %70-80% hamısı süni intellektlə yaradılmışdı və insanlar inanırdılar. Bu da insanlarda təşvişə gətirib çıxardı. Biz əslində bu ümumi dərs boyda süni intellektlə videolar yaradılmasını öyrənəcəyik, okey. Amma biz onun yanında hansı video süni intellekti onu analiz eləməyi də öyrənəcəyik ki, müəyyən кейslər var. Biz onlara diqqət edəndə əslində onun süni intellekt olduğunu görə bilirik. Generativ AI-da əsas qolları text-to-text dediyimiz, niyə belə deyirik, onlara da açıqlama verim. Text to text, text to image, text to video terim olaraq belə keçir. Keçmə səbəbi nədir? Biz mətn veririk, qarşılığında mətn alırıqsa, yəni yazı yazırıq, süni intellekt modeli bizə yazı verirsə qarşılığında, bu text to text olaraq gedir. Yazı yazıb qarşılığında biz şəkil alırıqsa, text to image, yazın qarşılığında video, text to video. Eyni də səs ya da musiqi olaraq. Bizdə indi gəlir text-to-text modeli. Süni intellekt mətni anlayır, analiz eləyir və ona görə məzmun yaradır. Məsələn, müəllimlər olaraq biz text-to-texti harda istifadə edə bilərik öyrəndik. Dərs planlarının yaradılması, test sualları, izahların hazırlanması ya da ən əsas nüanslardan biri müxtəlif səviyyəli şagirdlər üçün fərdiləşmiş tapşırıqlar və dərs proqramları hazırlamaq. Və ən əsası internetdən araşdırma edib hər hansı öyrənmək istədiyimizi daha rahat öyrənə bilməyimiz üçün süni intellekt onda bizim köməyimizə çatır ki, buna yeni dil, yeni sahə,
ya da hər hansı bir mövzu ilə əlaqəsiz araşdırma eləmək istəyirsinizsə, normalda bu araşdırma bizim vaxtımızı alırsa 1 həftə, bu süni intellekt vasitəsilə maksimum 2 saata biz o araşdırmanı eləyə bilirik. Bir həftəyə eləyə biləcəyimiz araşdırmanı. Ki bu da keçən ildən etibarən mümkündür. Hal-hazırda eləmək olur. İndi biz onu gələn dərsdə daha ətraflı da öyrənəcəyik. Sonra gəlir ki, text to image. Biz text to image-i harda istifadə edə bilərik, necə istifadə edə bilərik? Dərs mövzularını vizual şəkildə izah edə bilərik. Beləliklə şagirdlərdə yaradıcı düşüncə və təsəvvürü inkişaf etdirir. Yəni yazılar bəzən sıxıcı ya da çətin ola bilirsə, bunu şəklin uşaqlar üçün daha əyləncəli hala gətirə bilərik. Bu sırf hal-hazırda istifadə edə bilməyimiz üçündür. Text to video gəlir ki, bir yazı yazaraq hər hansı bir səhnəni yaradırıq ki, dərsləri animasiyaya çevirərək daha əyləncəli formaya sala bilərik ya da hər hansı bir YouTube üçün, hər hansı bir platforma üçün video yarada bilərik. Təqdimatlar üçün istifadə edə bilərik animasiyanı. İstifadə sahəsi əslində çox genişdir. Hər hansı bir sahədə hal-hazırda istifadə olunur. Azərbaycanda da video sahəsi mən deyərdim ki, artıq inkişaf edib. Azərbaycanda olan çox böyük şirkətlər də süni intellektlə videolar yaradırlar. Reklam kampaniyaları yaradırlar. Mənim özüm də bir neçə şirkət üçün hazırlamışam. Hətta biz 2-3 ay əvvəl bir dənə videoda yaratdıq ki, yerli bizim Bağdan markası üçün ki, video production yaratdıq. Yəni normalda onu çəkmək üçün 30-40 nəfərlik bir komanda lazımdır ən az. Məsələn, büdcə olaraq ən az bir 50 min manatlıq büdcə lazımdır ki, o reklamı çəkə bilsinlər. Amma biz onu 3 nəfərə elədik, bir həftə ərzində hazırladıq, verdik. Onu maraqlı olarsa dərsin ikinci hissəsində də göstərirəm, siz özünüz də baxarsınız. Sonra mən özüm bir müğənni üçün klip də hazırlamışam ki, müğənni ilə heç üz-üzə gəlmədən, heç bir real kadr olmadan, sadəcə şəkillərindən istifadə edərək onun klipini yaratmışdım. 3 dəqiqə yarımlıq bir səhnə idi. Yəni istifadə sahələri çox genişdir. Sonra gəlir ki, əslində text to video burada gələcək dərslərdə bunu daha ətraflı keçəcək. Sadəcə indi mən bildirim. Video yaratmaq əslində iki hissəyə ayrılır ki, bir yazıdan video yaratmaq var. Bir də şəkildən video yaratmaq. Yazıdan video səhnəni sıfırdan siz qurursunuz, yazaraq təsvir edirsiniz. Şəkildən videoda isə şəkil bəllidir. Sadəcə biz ona hərəkətlər əlavə edirik. İstifadə sahələri hazırda geniş istifadə olunur. Qrafik dizaynda, fotoqrafiyada, oyun və animasiya istehsalı salınır. Artıq qısa filmlərdə, reklam kampaniyalarında istifadə olunur. Text to sound-da belə bir şey var ki, əvvəl yəni 4-5 ay əvvələ qədər Azərbaycanda səsləndirmə demək olar süni intellektlə mümkün deyildi. Azərbaycanda səsləndirmə eləyə bilmirdi. Amma hal-hazırdakı vəziyyətdə Azərbaycanda tam təmiz dərəcədə biz səsləndirmə eləməyimiz mümkündür. Hər hansı bir əlimizdə olan faylları səsləndirilmiş formasında yarada bilərsiniz ki, biz keçəcək dərsdə biz ümumi dərsin sillabusunun ya mətn olaraq veririk. Kimsə qulaq asmaq istəyirsə, ümumi mətnləri çeviririk səsə, musiqi kimi. Musiqi deməyək də, səsləndirmə kimi, həzin tonda ya da normal bir səs tonu ilə. Uşaqların bəziləri qulaqlıqla bütün gün gəzirlər. Biz də ona ayaq uydurmaq üçün tələbələrə belə bir şey yaratmışdıq ki, onları musiqi formatına çevirdik, verirdik, göndərirdik dərsdən bir yerdə onu. Onlar qulaqlığını taxırdılar, yolda qulaq asırdılar məsələn dərsə. Bu əlimizdə olan dərsləri səsləndirilmiş audio versiya, audiobook kimi istifadə edə bilər. Hər hansı bir mövzu. Çünki belə deyək, hal-hazırda uşaqlarda, əsasən də gənc nəsildə, sadəcə məktəblərdə, universitetdə də texnologiya bağımlılığı o qədər yüksək səviyyədədir ki, məsələn, mən onlardan yaş olaraq böyüyəm. Bizim vaxtımızda olan, yəni mənim vaxtımda olan vəziyyət deyil hal-hazırda ki, bizdə o vaxt qulaqlıq o qədər çox yayğın deyildi, istifadə eləmirdilər. Amma indi kimə baxsınız, qulaqlıq o qulağa yapışıqdır. Və məsələn, dərs öyrətmək istəyəndə, o metodla ona öyrətmək istəyəndə uşağın öyrənmə potensialı da yüksəlir, mən deyərdim. Çünki bütün gün qulaqla gəzir bu adam. Biz ona bir şərait yaradırıq ki, qulaqlıqla qulaq asın. Hətta biz ona elə bir şey eləyirik ki, bir dərsin mövzusunu sanki 2 nəfər qarşılıqlı söhbət edirlər podkast tərzində. Bir qadın və bir kişi biz mövzunu verib, mövzu haqqında söhbət eləyirlər. Audio fayl olaraq o bizim əlimizdə olur. Uşaqlara göndəririk. Uşaqlar dərsdən sonra dərsə qulaq asdı, slayda baxdı, okey. Ondan sonra da sabah gün yolda, metroda harasa gedəndə qulaqlığını taxır, dərsə də qulaq asır.
ki, bizdə yeni-yeni bir neçə il əvvəl səsli kitablar yaratmaq istədilər. Sadəcə o vaxt üçün çox xərcli, çox baha bir proses olduğu üçün Azərbaycanda olunmadı, çox yayılmadı. Əslində çox mükəmməl bir şey idi. Bu sadəcə uşaqlar üçün yox, özünüz üçün də hər hansı bir hekayəni səsləndirmə eləyirsiniz, telefonunuza yükləyirsiniz, istədiyiniz vaxt qulaq asa bilərsiniz. Öz kitabınızın səsli formasını özünüz yarada bilərsiniz hal-hazırdakı versiyada. Çünki mən ondan 2 saata yaxın bir fayl üçün, bir dərs üçün 2 saata yaxın səsləndirmə hazırlamışdım. Demək olar mümkündür. İşin ən mükəmməl tərəfi və bu tamamilə ödənişsizdir. Tamamilə pulsuzdur. Biz ona dərsdə də keçəcəyik. Ümid edirəm ki, sizin də işinizə yarayar. Generativ AI-ın yaradıcı süni intellektin hal-hazırda olan üstünlükləri nədir və gələcəyində yaxın gələcəkdə bu 5 il, 10 il sonra yox, bir neçə il sonra maksimum bizi nələr gözləyir, biraz onun haqqında danışmağa çalışacağıq. Mən süni intellektin yaradıcılığı öldürən yox, daha da yüksəyə qaldırdığını düşünən tərəfdəyəm. Heç vaxt mən süni intellektin yaradıcılığı öldürdüyünü düşünməmişəm. Çünki yaradıcılıq deyiləndə orada önəmli olan fikir, ideyadır. O da insandan çıxır. Süni intellekt bizə ideya vermir. Sadəcə verdiyimiz ideyanı həyata keçirməkdə bizə bir köməkçi rol oynayır ki, buna məsələn dizaynerlər Photoshopla eləyir, videolar başqa proqramla eləyir, digərləri də başqa proqramla. Biz də bunu süni intellekt vasitəsilə eləyirik. Çox ciddi dərəcədə vaxt və resurslara qənaət edir. Əvvəl məsələn süni intellekt həyatımızda bir həftəyə 10 günə gördüyümüz işi indi maksimum 1-2 saata görə bilirik. Bu da geri qalan vaxtı biz şəxsi inkişafımız üçün, karyera inkişafımız üçün istifadə edə bilərik ya da başqa bir sahələrdə öyrənə bilərik. Fərdiləşmiş məzmun təqdim edir ki, bu nə deməkdir? Biz bir məlumatı alanda biraz əvvəl dediyim kimi internetdə o məlumatı ümumi verirdi bizə. Bu hadisə belə olubdur. Amma süni intellekt vasitəsilə o hadisənin məzmununu bizim üçün necə istəyirsə o tərəfdən yenidən yazır, onun perspektivindən biz o xəbəri oxuya bilirik. Tədris proseslərini asanlaşdırır, dərs planları, təqdimatlar, vizual materiallar avtomatik formalaşa bilir ki, bu çox mükəmməl bir şeydir. Məlumatınız da var çox ehtimal ki, bizdə artıq, dünyada artıq bizdə deməyim, dünyada artıq 3-4 ölkədə süni intellekt artıq 1-ci sinifdən etibarən dərslərdə keçirilməyə başlayıb. Çin olmalıdır, Avropa ölkələrindən olmalıdır. Artıq 3-4 ölkədə süni intellekt 1-ci sinif uşaqlarına artıq keçməyə başladı. Çünki etap-etap, addım-addım keçirlər ki, məncə də çox mükəmməl addımdır ki, birdən-birə hər şeyin şok içərisində olmasınlar. Çünki süni intellektdən istifadə etmək mükəmməldir, amma yanlış istifadə edəndə fəsadları dəhşətli dərəcədə ağırdır. Ondan bunu biz həmişə kontrol altında saxlamağı bacarmalıyıq ki, istər tələbələrimiz üçün olsun, istər ətrafımızdakılar üçün olsun, düzgün istifadə edəndə nəticə mükəmməldir. Amma yanlış istifadə edəndə çox daha təhlükəli bir şey ola bilər. Ki, buna sosial media örnəkləri var ki, siz sosial mediaya girib hər hansı bir xarici dili ya da hər hansı bir bəlgesəl də baxa bilirsiniz, sənədli film də baxıb öyrənə bilərsiniz. Hər hansı bir nə bilim bəsit videolara da baxa bilərsiniz. Süni intellektdə bunun amma daha təhlükəli versiyasıdır ki, hər zaman kontrol altında saxlanılmalıdır. Düzgün istifadə süni intellektdə şərtdir. Çünki belə bir şey deyim ki, süni intellektdə istədiyiniz adamın səsini klonlaya bilirsiniz. İstədiyiniz adamın üzünü klonlaya bilirsiniz. İstədiyiniz adamın üzünü götürüb səsinə əlavə edib videosunu yarada bilirsiniz. Bu çox təhlükəli bir şeydir. Ki mən dərslərdə maksimum dərəcədə o mövzuları çox üzdən keçirəm. Çox üzdən keçməyə çalışıram, çox dərinə getmirəm ki, kimsə eləyər bunun fərqində olmadan bir şeylər eləməyə çalışır. Bunun da fəsadları çox ciddi olur. Gələcəyi desək, süni intellektdə biraz əvvəl qeyd elədiyimiz kimi, insanlar robotlaşmır. Süni intellekt robotlar insanlaşmağa başlayır. Burada da ən əsas nüanslardan biri, süni intellekt insanla daha interaktiv olacaq. Bizi daha yaxşı tanıyacaq, bizim istəyimizə uyğun nəticələr verəcək birbaşa bizə. Öyrənmə daha yaradıcı və fərdiləşmiş olacaq ki, gələcək təhsil sistemində, təhsilin ümumi süni intellektin həyatımıza girməyi ilə bir yerdə hər bir şagirdin marağına, öyrənmə tərzinə və səviyyəsinə uyğun məzmun hazırlamaq çox daha rahat olacaq ki, normalda məsələn 20 nəfərlik sinifdirsə, ayrı-ayrı hazırlamaq çox daha çətin və imkansız olur. Tədris materialları daha zəngin olacaq ki, bu ən mükəmməl şeylərdən biridir.
Dərs mətn, şəkil, səs və video ilə birlikdə çox kanallı olaraq keçiriləcək. Daha yadda qalan olacaq, uşaqlar üçün daha əyləncəli olacaq. Çünki hal-hazırda uşaqlar yazıdan çox video istəyirlər. Hal-hazırdakı texnologiya, sosial medialar bizə elə eləyib ki, biz bir şey öyrənmək istəyəndə video əsasında öyrənə bilirik. Ya da video olmayanda artıq baxa bilmirlər. Diqqət daha tez dağılır əvvəlki nəslə etibarən. Ona görə bunlar həmin onların fokusunu dağıtmadan öyrənmələrini sağlayacaq. Müəllimlər üçün yeni bacarıqlar dövrü başlayır ki, mən əslində belə bir nüans var ki, bizdə ən çox Tezla proqramlarında çağıranda deyirlər ki, süni intellektin əvəz eləyə bilməyəcəyi vəzifələr ya da peşələr. Bunlardan başlardan biri müəllimədir ki, bizdə hələ də insanlar müəllimlik peşəsini ciddiyə ala bilmirlər. O qədər də ciddi olduğunu düşünmürlər. Çünki müəllimlik ya sadəcə bir məlumatı uşağa ötürməkdən ibarət deyil. Yəni bir müəllim həmin uşağın həyatında rol model olur. Özünü bəzən o müəlliməyə oxşatmağa çalışır. Çünki uşaqla müəllim arasında mənəvi bir bağ qurulur ki, bu məlumat xarakterli deyil. Yəni süni intellekt ən yaxşı müəllim ola bilər məlumat cəhətdən. Amma uşağı yönləndirmək üçün, onun uşağın həyatına toxunmaq üçün o sadəcə məlumatla olacaq bir şey deyil. Ona görə mən düşünürəm ki, yaxın gələcəkdə də süni intellekt əvəz eləməyə çalışsa da tamamilə əvəz edə bilməyəcək sahələrin başında müəllimlik gəlir ki, məncə əvəz olunmayacaq sahələrdən biridir. Etik və məsuliyyətli, çünki hal-hazırda süni intelleklə etik süni intelleklə bəzi problemlər var. Sadəcə mən Azərbaycanda deyil bu mövzu, dünyada da hələ sahə çox yeni və sürətli inkişaf elədiyi üçün hələ onunla əlaqəli qadağalar çox deyil. Hələ düzgün qanun qayda da yoxdur süni intellekt haqqında. Deyirlər ki, yaxın zamanda olacaqdır. Hal-hazırda çünki dünyada alışılmış belə bir şey olub ki, hər hansı bir şey çıxıb dünyaya yayılmağa 5 il, 10 il, 20 il vaxt alıb. İnternet var, məsələn, 70-ci illərdən insanların istifadəsi yaygınlaşdı 90-cı ildə. Ortada 20 illik bir inkişaf periodu vardı. Amma süni intellektdə bu period sadəcə 3 illik bir period olduğu üçün çox sürətli gedir və hal-hazırda layihədəsə altyapısı hazır deyil. Ona görə ondan əlaqəli heç bir qanun qayda demək olar ki, yoxdur. Yəni tək bizim ölkədə yox, dünyada da yoxdur. Yeni-yeni çıxmağa başlayır. Bizdə süni intellektin əslində girişi, generativ AI nədir, necədir? İlk mövzu bu idi. Bununla əlaqəli suallarınız varsa bu sualları alaq. İkinci yarıda prompt mühəndisliklə əlaqəli yeni bir mövzuya keçid eləyək. Səsim gəlir? Sağ ol. Bəli, gəlir müəllim. İlk mövzu ilə əlaqəli sualınız var? Xeyr, sualım yoxdur mənim. Çox sağ olun. Sizə Qəşəng sağ məlumat. olun. Sizə sağ olun. Başqa kimdəsə sualı olan varsa sualları cavablandıraq, halda sual şəhərsi qalmasın. Sonra digər mövzuya keçid eləyək. Tam ondan siz sual vermisiniz, mən sual verim. Hal-hazırda süni intellekt modellərindən istifadə edirsiniz ya da hansındansa? Bəli, ChatGPT-dən istifadə edirəm ən çox. Təqribən nə qədər müddətdə istifadə edirsiniz ondan? Neçə il nəzərdə, ay nəzərdə tutursunuz, yoxsa bir gün ərzində? Yox, ümumi vaxt olaraq, yəni günlük yox, ümumi. Yəni nə qədər vaxt istifadə edirsiniz? Mən bir ildən çox olar istifadə edirəm. Əsasən hansı işlər üçün istifadə edirsiniz və faydasını görürsünüz yəni? Bəli, faydasını görürəm. Məktəb üçün summativ qiymətləndirmədə fərqli-fərqli sualların hazırlanmasında daha çox istifadə edirəm. Belə özüm üçün də məsəl üçün hər hansısa bir intervyuya hazırlaşdığım zaman, əm, hər hansı bir çətinlik çəkdiyim baxırda, yəni ki, günlük sessiyyada yaranan çətinliklərimdə suallar verirəm. Əla, əslində maksimum dərəcədə istifadə etməyə çalışırsınız deyə. Əla. Başqa süni intellekt bilirəm hamı istifadə edir, sadəcə ümumi fikirlər lazımdır. Biz birazdan prompt mühəndisliyinə keçəcəyik. Süni intellekti daha düzgün necə istifadə edə bilərik ondan əlaqəli. Ona görə siz digər dərsə qoşulanlardan kim varsa hal-hazırda
hansı süni Hə, intellekti bütün istifadə edir? işimi demək olar ki, ChatGPT-ni, tərəfindən yerinə yetirdirəm də, belə deyək, hər işimi görür. Planlaşdırma deyim, cədvəl hazırlanma deyim, nə bilim, mətni düzəliş, mətni yenidən qurmaq, hər İşlərinizi şey. rahatladır sizin? Bəli, İşlərinizi rahatladır, yəni müsbət tərəflərini çox. görə Yəni bilirsinizsə. sanki məndən ikinci biri var, və o mənim bütün işlərimi görür yəni. Yəni bir növ asistan rolunu oynayır da, Yəni düzdür? bəli, bəli, təqdimat hazırlamaqmı deyim, cədvələ nəyisə düzəliş elə, nəyisə oradan çıxar. Mən çox vaxt səsli danışıram, yazmağa hövsələm çatmır. Deyirəm bunu elə elə, bunu belə elə. Yəni hamısını da çox yaxşı görür. Başqa versiyanı təqdim elə, məni tanıdığın qədər hazırla bunu və ya özünün düşündüyün bir versiya təqdim elə. Hər cür istifadə edirəm. Hə, Allah, haqqını verirsiniz də süni intellektinə. Demək olar. Çox adam bunu deyəndə deyir ki, onda siz hazırını götür. O hazırını götürmək deyil. Əsas düzgün o istiqaməti, yəni ora verməkdir, alqoritmi düzgün ötürməkdir ki, mənə düzgününü göndərsin. Düzdür. Birazdan bu biri mövzumuz, bundan sonraki mövzumuz əslində onunla əlaqəlidir. Ondan mən deyirdim Bəli. ki, sizin fikirləriniz lazımdır ki, yox bizdə yayğındır. Deyirlər sən eləmirsən ki, süni intellektdir. Bəli, Sadəcə bəli. burada belə bir Hətta problem özüm var də ki, müəllimlərə təlim keçəndə məsləhət görürəm ki, düzgün istifadə edərək bu kimi belə-belə addımları bunu izləyin, sizə doğru istiqamətə aparasıdır. bəli. Hə, çünki dediyimiz kimi orada hələ də insanlar süni intellektin necə istifadə olunduğunu bilmirlər. Deyirlər bəlkə bir dənə söz deyirsən, istədiyin şeyi verir. Bəli, əsasən elə istifadə edirlər. Nə bilim, günlük nəyisə soruşan var, sual verən var. Amma halbuki bunu professional iş kimi də işdə kömək üçün də istifadə etmək olar. Problem mən orada ən əsas gördüyüm problem ondan əlaqəlidir. İnsanlar hələ Google kimi düşünürlər onu. Bəli, ətrafımda çox adam var belə Deyirlər bəlkə istifadə edən. Google-dur ki, məsələn də evdə bu var, yeməyi nə bişirmi, evdə biri nəsə düzəldir, əlimdə bu xarab olub necə düzəldir. Bir növ Google məntiqi ilə istifadə edirlər deyə ona görə elə Mən onun bəli, potensialının fərqində deyillər. çox professional şəkildə, yəni işlərimdə demək olar, onun materialından istifadə edirəm. Hətta elə işlərin içində olmuşam ki, o böyük bir kütləni əhatə edibdir və mən onda o ChatGPT-nin köməyi ilə, süni intellektin köməyi ilə istifadə etmişəm orada. Yəni məndə artıq real olan bir dənə özüm bir dənə bu kamera qarşısında duran özüm realam. Məndə də yəni gün boyu bütün gördüyüm işdən hamısı süni intellektlə olur ki, indi mən düşünürəm ki, süni intellekt olmayanda mən necə işləyirdim? Nə bilim, mənə elə gəlir ki, özümə baxıram, deyirəm çox-çox yavaş imişəm. Həm elə, həm də bizim çox vaxtımız gedirdi məncə elə. İndi əslində də mövzu odur. Yəni əvvəl yəni bir həftə elədiyimiz şey indi bir gün eləyə bilirsə, Bəli. geri qalan Birdən nəsə vaxtı təbii ki. düzgün istifadə eləyəndə yaxşı inkişaf eləyə bilər. Düzdür. Bir həftəlik işi bir gün eləyib, sonra heç nə eləməyəndə yenə eyni nəticə olur. Amma bir gün elədiyimizdən sonra geri qalan 6 günü şəxsi inkişafa, karyera inkişafına yönələndə gedə biləcəyimiz yer görürük ki, konkret çox yüksəklərdədir. Düzgün Haqlısınız. istifadənin qata biləcəyi şeylər limitsiz. Yəni məndə süni intellekt əlaqələrini sevdiyim şey odur ki, siz nəsilsə, hansı şey müsbətdirsə, onu daha da yüksəyə qaldırır. Sizdə yazı yaxşı yazırsınızsa, siz süni intellektlə birlikdə çox daha yaxşısını yaza bilirsiniz. Analitik sizin düşüncəniz güclüdürsə, süni intellekt onu daha yaxşı vəziyyətə gətirir. Kreativlik yüksəkdirsə, süni intellekt daha da kreativ eləyir. Ya bizdə nə varsa onu alır, böyüdür. Yəni düzgün istifadə ilə. Ondan yəni hal-hazırda belə mənə bir nemət kimi gəlir sözün açığı süni intellekt. İnsanların bəziləri Düzdür. hələ də düşünürlər ki, mənfi bir şeydir. Amma yəni mən sizə deyərdim ki, biz keçən il də seminarlara gedirik. Keçən seminarlara gedəndə vəziyyət daha kritik idi. Bu il artıq mən deyərdim ki, inkişaf çox sürətli getdi bizdə də. Ha. Çünki indi insanlar əməlli başlı hamı süni intellektdən danışır. Əvvəl çox yox keçən il, bir il yarım əvvəl süni intellektlə danışmağı adam çətin tapırdı. Deyir, hətta biz iş ortamında istifadə edirdik. Biz deyirlər ki, siz yazmamısınız ki, onu süni intellekt yazıb. Deyirdi ki, yaxşı da onu yazırsa siz də yazdırın görək necə yazacaqdır. Yoxsa onsuz da platforma təkdir, yoxsa biz də şey məntiqidir, kitab eynidir, eyni kitabdan oxuyuruq hamımız yəni. Bəli. Universitetə gedirik, Mən də kitab bununla eynidir. razılaşmıram. Bəzən deyirlər o professionallıq deyil, onu kimsə sizin əvəzinizə görə. Halbuki onu düzgün məlumatları ötürən bizik, nə istəyiriksə onu hazırlatdıran bizik. Bizdə deməli mənə bir neçə gün, 2 gün əvvəl bir dənə
onlayn qəzet, onlayn jurnallara bir röportaj gəlmişdi, bir sual gəlmişdi. Süni intellektlə yaradılan əsərlərdə deyil, yəni onun hüquqi məsuliyyəti kimdədir ya da o kimin əsəridir. Orada belə bir şey var ki, bu yazı ilə də əlaqəli bir şeydir. Platforma içində milyonlarla yazı var. Orada mənim spesifik istədiyim yazını ala bilirəmsə, bu ideyanı mən ötürürəm ki, mənə bu yazı lazımdır. Bu yazı belə olmalıdır, bunun üçün istifadə edəcəm. Bu qədər sözdən ibarət olmalıdır. Bu artıq süni intellekt yazır demək haqsızlıq olur. Ona qalsa biz də məlumatı gəlib Google-dan axtarırıq. Məlumatı biz yaratmırıq ki, biz hər hansı bir mövzu haqqında araşdırma edəndə o məlumatı Google-dan gedib tapırıq ya da kitabdan tapırıq. Heç bir məlumatı biz özümüz yaratmırıq. Mövcud qaynaqlardan biz götürürük. Süni intellektdə də mövzu eyni mövzudur. Sadəcə insanlar qarşılaşdırmaya gələndə biraz aqressivləşirlər. O da əslində mən şey olaraq baxıram. Keçid dövrüdür. Keçid dövründə həmişə insanlar bəzi şeyləri inkar eləyirlər. Ayaq uydurmaq istəmirlər. Amma ən sonunda ən çox inkar edənlər çox da ayaq uydurmuş olurlar. Ona görə mən düşünürəm ki, bu bir keçid dövrüdür və sürətli də keçid olur. Başqa süni intellektlə əlaqəli işte. Bu arada yəni istifadə sadəcə ChatGPT-dən eləmisiniz, yoxsa başqa platformalardan da istifadə eləmisiniz? Suno istifadə eləmişəm mən. Bir də Mahnı üçün, okey. Biz mahnı üçün bir dənəsini keçəcəyik. O Sunodan çox daha yaxşıdır. O qədər yaxşıdır ki, adam elə mahnı musiqiçi olmaq istəyir. yaxşı. Keçək onda biz o biri mövzuya, çünki başqa. Sonra gəlirik bu mövzuya. Bu mövzu ilə əlaqəlidir. Prompt mühəndisliyi, yəni sorğu mühəndisliyi, belə deyək, Azərbaycan dilinə çevirəndə. Düzgün tələ ki, çevirisi yoxdur. Prompt mühəndisliyi nədir, necə həyatımıza daxil oldu? Yəni artıq hamı hər yerdə prompt sözünü eşitməyə başlayır. Son 3 ildə həyatımıza daxil olub, amma hamının bildiyi, hamının bir yerdə istifadə elədiyi sözdür. Dediyimiz kimi ChatGPT, yəni generative AI tamamilə bizim həyatımıza girdiyindən etibarən, yəni 2022-dən etibarən artıq hamının dilində bu prompt sözü mövcuddur. Və hamı da prompt sözünü istifadə edir, amma maraqlı olan budur ki, prompt nədir? Prompt xüsusi bir söz deyil. Prompt xüsusi bir kod deyil. İnsanlar bəzən onu yanlış başa düşürlər. Kodlaşdırmanı elə bilirlər prompt deyəndə xüsusi bir spesifik bir şey var. Onu yazırsınız, hər şey əla olur. Amma elə deyil. Prompt mühəndisliyi dediyimiz, yəni mənim fikrimcə, mənim düşüncəmlə belə deyək, süni intellektlə düzgün ünsiyyətini açarıq. Süni intellektlə düzgün əlaqə qura biliriksə, yəni danışa biliriksə, bu o demək ki, biz prompt mühəndisliyini bacarırıq. Yəni prompt mühəndisliyi demək əslində süni intellektin başa düşə biləcəyi dildə ona suallar vermə qabiliyyətidir bir növ. Çünki biz ona spesifik bir mövzu ya da hər hansı bir mövzu haqqında məlumat verəndə bizim istədiyimiz məlumatı onsuz da verə bilmirik. İstədiyim məlumatı ondan ala bilmək də prompt mühəndisliyi ki, hal-hazırda çox yayğındır. Və prompt mühəndisliyi elə bir sahədir ki, bu fərq eləmir. Məsələn, mən yaradıcı sahədə məşğul oluram. Siz müəllim olaraq məşğul olursunuz, biri mühasibə olaraq bundan məşğul olur, biri satış təmsilçisi olaraq məşğul olur. Bu heç kim üçün fərq eləmir. Prompt mühəndisliyi ən azından indiki dövrdə deyə bilərik ki, düşünürəm 1-2 il sonra həyatımızda prompt mühəndisliyi olmayacaq. Çünki süni intellekt bizi çox yaxşı tanıyacaqdır. Amma prompt mühəndisliyi hal-hazırdakı etabında digital dünya ilə ya da kompüterlə iş görən hamı, hər kəs prompt mühəndisliyini bilmək məcburiyyətindədir. Yəni bu artıq istək deyil, ehtiyacdır. Çünki prompt mühəndisliyini bacaran biri sizlə eyni işi görürsə, sizdən ən az 50% daha yaxşı iş görür. Çünki daha sürətli görür, daha keyfiyyətli iş görə bilirsiniz də. Və ona görə prompt mühəndisliyi bugünkü dövrdə bütün sahələr üçün ən əsas öyrənməsi gərəkən şeylərdən biridir. Çünki biz məsələn şirkətlərə və workshoplara gedirik. Şirkətlərə gedəndə orada məsələn hamı marketinq sahəsindən olmur. Orada dediyimiz kimi HR var, mühasib var, satış var, marketinq var. Hamısı fərqli-fərqli sahələr. Normalda onların ortaq bir məxrəci süni intellektlə keçə bilərsən, sual altındadır. Amma onların da öyrənə biləcəkləri şeydir ki, indi bizim hal-hazırda öyrəndiyimiz şeylər, bunlar
hal-hazırdakı dünyada hamının məcburi bilməsi gerəkən mövzulardır. Biz prompt mühəndisliğini öyrənməliyik. Prompt mühəndisliyi nədir və nə işə yarayır? Ya da ən əsas, niyə prompt mühəndisliğini bilməliyik ki, prompt mühəndisliğini biləndən sonra süni intellektlə davranışımız necə olacaq? Onu birbaşa test eləyə bilməyimiz üçün. Aha, təlimat, okey. Mən sorğu olaraq daha çox istifadə eləyirdim. Təlimat. Azərbaycan dilinə birbaşa tərcümə olunur o. Nəyə yoxlayaq? Maraqlı gəldi mənə. Translate heç tərcümə eləyəm. Tələsik deyə tərcümə eləyib promptu. Açar sözlər. Və mən əslində türkcədə komut dedik Türkiyədə, yəni sorğu mənasında istifadə olunur türkcəsində də. Ona görə məndə sorğu daha məntiqli gəlir mənə. Sorğu deyə istifadə eləmək. Tamam. Sizin üçün də uyğunsa bu arada bizdə dərsin ilk hissəsini deməli bitirdik. Ara verək. Sizin üçün də uyğunsa bir 10 dəqiqəlik ara verək. Ondan sonra dərsin ikinci hissəsində biz prompt mühəndisliyi haqqında daha ətraflı məlumat alaq. Elə bir dərsdən çıxmamıza ehtiyac yoxdur. Açıq qalacaqdır. Sadəcə kamera onsuz da səsi bağlıdır. 10 dəqiqə sonra dərsə davam eləyək. Hamı üçün uyğunsa 10 dəqiqə aramızı verək. Bəli, onlar uyğundur mənə. Tamam, təşəkkürlər. Hamı buradadırsa başlayaq elə ikinci yarıya. İkinci hissəyə yarıya. Dediyim kimi suallarınız olsa elə buradan da yaza bilərsiniz, deyə də bilərsiniz. Bəli, burada. Onunla başlayaq. Bəli. Prompt mühəndisliyi nədir? Prompt mühəndisliyi süni intellektdən istədiyimiz keyfiyyətli və istədiyimiz cavabları almaq üçün ona verdiyimiz təlimatlar texnikasıdır. Süni intellekt çünki insan kimi düşünmədiyi üçün ondan düzgün ünsiyyət qura bilməyimiz üçün bu təlimatları düzgün vermək məcburiyyətindəyik. Çünki yaxşı cavablar düzgün suallardan başlayır. Bu düzgün sualları da verə bilməyi biz bacarmalıyıq. Yaxşı bir prompt daha yaxşı və daha keyfiyyətli nəticə verir. Zəif və qeyri-dəqiq promptda süni intellekt bizim istədiyimiz cavabları vermir. Sizin də bəlkə başınıza gəlib ya da qarşılaşmısınız ki, ətrafınızda da deyirlər ki, süni intellekt istədiyim cavabı vermir. Yaxşı deyil, istifadə edə bilmirəm, yazdıqları çox şablondur, eyni şeyləri təkrarlayır. Bunun kimi onlarla səbəb saymaq olar. Burada tək problem prompt mühəndisliyini bilməməkdir. Süni intellektdən düzgün istifadə eləməyi bacarmamaqdır ki, bu insanların ən çox başına gələn problemlərdən biridir hal-hazırda. Çünki süni intellektdə prompt mühəndisliyi yəni niyə vacibdir? Süni intellektin gücünü tam istifadə etməyə kömək eləyir. İstədiyimiz hər şeyi artıq süni intellektlə demək olar ki, eləyə bilirik. Daha dəqiq və spesifik nəticələr almağa şərait yaradır. Məzmun yaradılmasını sürətləndirir və iş proseslərimizi asanlaşdırır və maksimum dərəcədə süni intellektin bizim üçün qeyri-dəqiq deyim də bizə lazım olmayan cavabların verməyinin qarşısını alır. Çünki biz siz də qarşılaşmısınız ya da eşitmisiniz dediyim kimi İnsanların çoxunda olur ki, deyir mən ona o sualı verməmişdim, amma o mənə başqa cavab verdi. Ya da verdiyi sual mən verdiyi cavab mən verdiyim suala aid deyildi. Bu tərz şeylər prompt mühəndisliyi ilə süni intellektin düzgün istifadə eləməməklə əlaqəlidir. Keçək. Süni intellektdə effektiv prompt dediyimiz şey necə yazılmalıdır? Süni intellektdə prompt yazmamız aydın və konkret olmalıdır. Siz məsələn məktəbdə uşaqlarla işləyirsiniz. Uşaqlarda Dərsdə məsələn biz uşaqlarla işləyirsiniz. Sizdə məsələn yaş aşağı olduqda uşaqlarda danışma ya da dərsi başa salma daha fərqli olur, nəinki daha böyüklərdə. Əslində süni intellektlə yanaşmanı da biz daha az yaşında uşaq kimi eləsək, aldığımız nəticələr yüksək olacaq və istədiyimiz nəticəni ala biləcəyik. Çünki süni intellektdə prompt dediyimiz şey veriləndə aydın və konkret olunmalıdır ki, bizi çox yaxşı başa düşsün. Çünki süni intellektdə
Süni intellektdə qeyri-müəyyən və ümumi təlimatları düzgün başa düşə bilmir. Bu da bizim istədiyimiz nəticələri almaqda bizə çətinlik yaradır. Bir dəqiqə bağışlayın. Ümumi olaraq mövzu aydın olmalıdır ki, süni intellektdən istədiyimiz cavabları ala bilər. Burada ən əsas nüanslardan biri var ki, məsələn, qeyri-müəyyən sözlərdən maksimum dərəcədə uzaq durmalıyıq. Bunlar nədir? Ki, elə cavab verir ki, məsələn, yaxşı olsun, çox yaxşı olsun, maraqlı olsun, ya da maraqlı cavab ver. Bunlar qeyri-müəyyən sözlərdir və çox ucu açıq bir mövzudur. Süni intellekt istədiyi kimi cavablandıra bilər. Buna örnək verək, göstərək. Məsələn, süni intellektdə biz məqalə ya da məqalə yazdırmaq istəyirik. Azərbaycan tarixi üçün məqalə yaz. Bu örnək bir prompt. İnsanlar daha çox süni intellektdən bu yöndə istifadə edirlər, bu tərzdə. Burada tamamilə yanlış. Çünki Azərbaycan tarixi dediyimiz neçənci sinif və hansı mövzu, hansı dərəcədə olmalıdır yazı. Buradan onlarla sual çıxartmaq olar. Və bu sualları əslində biz özümüz bilirik, amma süni intellektə yazmadığımız sürəcə o bizə verdiyi məlumatlar olmur. Yəni indi də test edə bilərik. Azərbaycan tarixi dərsi üçün məqalə yaz. Hamımız yazsaq, hamımıza fərqli cavablar verəcək. Amma biz istəyirik ki, məsələn, 7-ci sinif üçün Qobustan qaya rəsmləri mövzusunda 120 sözlük izahlı mətn yaz. Mətnin əvvəlində bu rəsmlərin qədim insanların həyatını necə əks etdirdiyini izah et. Ortasında onların mədəni dəyərini vurğula. Sonda isə bu abidələrin bu gün üçün niyə qorunduğunu qısa şəkildə qeyd et. Fikir verdiyiniz kimi burada tarix üçün bizə məqalə, Azərbaycan tarixində 7-ci sinif üçün məqalə yazdım. Məqaləni 3 hissəyə böldü. Giriş verdi, orta verdi, son verdi. Söz verdi ki, 120 sözdən ibarət olsun. Və giriş, orta, son necə olmalıdırsa yönlərində bizi verdi. Bunun verdiyi cavab bizə bizim istədiyimiz cavab olacaq. Bizim istədiyimiz nəticə olacaq. Biz qarşılaşdıranda ki, burada məsələn Azərbaycan tarixi üçün, dərsi üçün məqalə yaz. Bu çox dediyimiz kimi ucu açıq bir mövzudur. Yəni qapalı bir çərçivədə deyil. Süni intellektdə yaxşı nəticə almaq istəsə, ona bir çərçivə verməliyik ki, o çərçivə əsasında bizi cavablandırsın. O çərçivə olmayanda istədiyi şeylərdən özləri cavab verə bilər. Bu 7-ci sinifdə olar, 10-cu sinifdə olar, Azərbaycan tarixində məsələn xanlıqlardan da ola bilər, abidələrdən də ola bilər. Tamamilə süni intellektin özünə buraxırıq. Yəni deyirik ki, sən özün necə istəyirsənsə elə cavablandır. Səhv prompt verməyin ən loru dildə izahı budur. Süni intellektin özünə buraxırıq. Və örnəyə baxanda əslində burada görə bilirik ki, bu struktur düzgün strukturdur. Biz bu prompt şəklində versək, verəcəyi cavab bizim istəyimizə çox daha uyğun olacaqdır. Keçək ikinci örnəyə. 6-cı sinif üçün riyaziyyat fənn. 6-cı sinif riyaziyyat fənni üçün suallar hazırlayın. Okay, bunu yazdıq. Bu uşaqlar məsələn, bu uşaqlar hansı dərsdədirlər, hansı mövzu üçün olmalıdır? Bəlkə uşaqlar 6-cı sinifin başlarındadır, süni intellekt 6-cı sinifin axırlarından sual salacaqdır. Yəni bunlar tamamilə dediyim kimi süni intellekt ürəyi necə istəyirsə elə yazmalısın. Səhv örnək budur. 6-cı sinif riyaziyyat fənni üçün suallar hazırlayın. Düzgün. 6-cı sinif üçün kəsirlərin toplanması və çıxılması mövzusunda 3 səviyyəli, asan, orta, çətin tapşırıq yaz. Hər tapşırığın izah hissəsinə gündəlik həyatdan nümunə ver. Məsələn, tortun bölünməsi, meyvələrin paylanması üzərindən. Bu birbaşa bizim istədiyimiz cavabı verəcək. Biz ağlımızda nə tuturuqsa onu birbaşa verəcəkdir. Düzgün prompt istədiyimiz nəticəni birbaşa almağa kömək edir. Bizə vaxt qazandırır. İstədiyimiz nəticə birbaşa ala bilirik. Ona görə siz də fərqə baxanda səhv, düzgün. İndi bu düzgün prompt deyirik, bu düzgün promptdur. Səbəbləri nədir, niyə düzgündür? Düzgün promptda biz mövzu verdik. Burada 6-cı sinif riyaziyyat deyilmişdi. Çox geniş mövzu. Biz burada bunu biraz daha niş elədik. Balacalaşdıq o dar alanı, geniş alanı darlaşdırdıq. Çərçivə qoyduq ki, mövzu kəsirlərin toplanması və çıxılması olsun. Auditoriya verdik. Bu bilir neçənci sinif üçün hazırlanmalıdır. 6-cı sinif. Məqsəd verdik. Riyazi düşünmə və praktik tətbiq bacarığını inkişaf etdirmək. Çünki burada örnəklər də verdi ki, tortun bölünməsi kimi olsun. Birbaşa gündəlik həyatdan nümunə verəndə öyrənməsi tərəfdən daha rahat olacaq. Format verdik ki, 3 səviyyəli tapşırıq olsun və real həyat nümunəsi olsun. Bu verdiyimiz örnək digər örnəyə baxanda bizim üçün çox da ideal bir nəticədir.
Süni intellektdən istifadə eləyəndə siz hal-hazırda belə ətraflı istifadə eləyirsiniz, yoxsa daha çox qısa suallarla? Məndə qısa suallar olur daha çox. Bu qədər uzun suallar olmur. Bir dəfə məsələn biz artıq bu bir dərsdə 7 dərsdə birlikdə olardı. Siz bir dənə sualları bu dərsdən sonra dərsin rekordu da olacaq, istəsəz təkrar baxa bilərsiniz, PDF-i də olacaq sizdə. Buradan öyrəndiklərinizi test eləyərsiniz. Nəticə mənə çox maraqlıdır. Çünki çox ciddi nəticələrdə fərq eləməyə başlayır. Öyrəndiklərimizi praktikada test eləməyə başlanılır. Çünki süni intellekti yaxşı bilmək, o balaca кейslər var, balaca nüanslar var. O nüanslar toplusu deməkdir ki, o nüanslar bir yerə yığışanda əslində çox mükəmməl nəticə verir. Əvvəlkindən rahat 50%, 60% daha yaxşı istifadə edə bilirik. Və vaxt tərəfdən qənaət, vaxt tərəfdən çox ciddi dərəcədə fərq eləyir, sürət tərəfdən fərq eləyir və istədiyimiz nəticəni ala bilirik ki, vaxtı qoyduq bu qırağa, süni intellektlərin belə problemlərdən biri istədiyimiz nəticəni ala bilməkdir. Bir də elə gözləyin, olmasa. Aha, dediyimiz kimi burada süni intellekti daha yaxşı bacarmaq üçün balaca toxunuşlar var, bir neçə nüanslar var. O nüansları toplayanda ki, gələn dərsdə də bunun üzərinə keçəcəyik. Bu iki dərsi öyrəndiklərinizlə siz məsələn normalda istifadə elədiyinizdən ən az 50% daha yüksək istifadə eləməyə başlamalısınız artıq. Bu birincidə promptu öyrənəcəyik, ikincidə birbaşa platformanın özünü öyrənəcəyik, platformanın özəlliklərini öyrənəcəyik ki, çünki biz platformadan çox üzdən istifadə edirik. Dərinlikləri nələrdir, nələr istifadə eləmək olar. Kontekst verilməlidir. Süni intellekt insan kimi düşünməyi dediyimiz kimi bacarmadığı üçün hansı şəraitdə, kim üçün, nə məqsədlə hazırladığını açıq şəkildə başa düşməlidir. Məsələn, sizdə əsasən bu sizin üçün çox daha rahat olmalıdır ki, prompt yazarkən deyək, sanki şagirdə dərs tapşırığı izah edirmiş kimi düşünün. Və biraz əvvəl qeyd elədiyim kimi 11-ci sinif uşağına dərs izah eləməklə 6-cı sinif uşağına dərs izah eləmək eyni deyil. Birində daha ətraflı məlumat, daha geniş, daha bəsit, daha ətraflı məlumat verməyə çalışırsınız ki, o daha rahat başa düşə bilsin. Süni intellekt eyni məntiqdir. Düşünün 5-ci, 6-cı sinif uşağı, 11-ci sinif uşağı ya da tələbə kimi düşünməyin. Cavab verməyə gələndə belə deyim, bir professor kimi cavab verə bilir. Amma sualı başa düşməyə gələndə çox böyük problem yaşayırıq onunla əlaqəli. Cavab bizdən qəbul eləyəndə olur məktəbli, bizə cavab verəndə olur professor. Hazırda ciddi bir problem var onunla əlaqəli. Keçək bir örnək daha. Kontekstsiz prompt. Zəif nümunə bir dənə örnək veririk ki, coğrafiya dərsi üçün test yaz. Burada yazacaq nəsə sizə, amma yazdığı sizin istədiyiniz olmayacaq. Yaxşı prompt verməyin ən mükəmməl yanı istədiyiniz nəticəni almaqdır. Yaxşı nəticəni, pis nəticəni qoyduq qırağa. Ən əsas istədiyiniz nəticəni almaqdır. Fərdi məlumat. Coğrafiya dərsi üçün test yazırıq. Süni intellekt üçün suallar qalır. Hansı mövzu? Neçənci sinif? Sualın tipi necə olmalıdır? Məqsəd, bilik yoxlaması yoxsa inkişaf üçün? Ümumi əslində promptlarda biz baxanda hamısında eyni nüanslar var. Suallar çoxdur və biz bu sualları cavablamayanda süni intellekt özü cavablayır və ona uyğun cavablar verir. Bu da bizim istəyimizdən daha kənara çıxır. Güclü bir nümunə verək. Eyni coğrafiya örnəyi ilə burada zəif prompt, burada güclü prompt. 6-cı sinif üçün materiklər və okeanlar mövzusunda çox seçimli test sualı yaz. Hər sualdan sonra qısa izah et, əlavə et, şagird doğru cavabı başa düşsün. Sualı başa düşə bilsin. Son öyrədici və motivasiya edici olsun. Burada isə baxanda buna süni intellekt artıq nə yazacağını, kim üçün yazacağını və necə təqdim etməli olduğunu dəqiq başa düşür. Beləliklə müəllim həm məqsədə uyğun, həm də pedaqoji baxımdan balanslı nəticə əldə edir. Yəni bu iki örnəyə baxanda coğrafiya dərsi üçün test yaz və daha güclü promptu qarşılaşdıranda əslində ikimizlə baxanda deyirik ki, bu daha yaxşı nəticə verər. Əslində süni intellektin necə daha yaxşı işləyəcəyini hamımız bilirik. Sadəcə
Söhbət gəlir harda tıxanır, onu etap-etap düzgün şəkildə istifadə eləməkdə. Biz də bunu düzgün istifadə eləməyə başlayacağıq ki, ən əsas bizim həyatımızda lazımdır. Biz öyrənməliyik ki, bizim tələbələrimiz, bizim şagirdlərimiz, biz onlara istifadələrində nəzarət edə bilək, düzgün istifadələrinə baxa bilək, özümüz də istifadə edib özümüz inkişaf da edə bilək. Sonra gəlir bir örnək daha. Örnəklərlə gedir. Tələb olunan formatı tələb istəməli. Süni intellektdən nəticəni düzgün şəkildə almaq üçün onun nəticənin formasını da bildirməli. Məsələn, ekologiya haqqında mətin yaz. Buna yaza bilər, çox şey yaza bilər, mövzu çox genişdir, istiqamət aydın deyil, mətnin uzunluğu, strukturu göstərilməyib, ton və məqsəd məlum deyil. Yəni, bunu hamımız yazsaq, süni intellektin verəcəyi cavab hamımız üçün fərqli olacaq. Amma 6-cı sinif üçün təmiz planet üçün mən nə edə bilərəm mövzusunda 3 abzazlıq məqalə yaz. Hər abzazda bir ideya, tullantıların azaldılması, ağac əkmək, sunğa qənaət kimi olanda tonda pozitiv və motivasiya edici. Bu olanda bunun üstün tərəfləri nələrdir? Mövzu geniş olsa belə, əvvəlkinə baxdığınızda ekologiya haqqında mətin yaz, bir də yazır 6-cı sinif üçün təmiz planet üçün mən nə edə bilərəm mövzusunda mətin yaz. Burada konkret o geniş ərazi balacalaşmağa başlayır ki, niş bir sahə qalır, nöqtə atış edirik, istədiyimiz nəticəni alır. Üstünlüklər gəlir nələrdir? Format və uzunluq aydın şəkildə göstərilir. Struktur məqsəd yönlüdür, hər abzasda bir fikir. Ton və auditoriya uyğun seçilib. Süni intellekt nəticəni həm məzmun baxımından, həm də konkret, həm də emosional cəhətdən təsirli yaradır. Biz bir sual verəndə, onu nə üçün istədiyimizi əslində bildirəndə, aldığımız nəticə çox daha ideal ola bilir. Ona görə süni intellektdə istifadə edəndə bəzən elə ola bilir ki, baxa bilirsiniz, məsələn, bu prompt heç də qısa bir prompt deyil, çox uzundur. Tək cümləli promptlarda həmişə problem yaşanır, həmişə. Bunun üçün daha ətraflı məlumat verməliyik. Çünki elə vaxt olub ki, süni intellektdə mən verdiyim sual, yəni verdiyim prompt aldığım cavabdan daha qısa olub. Biz amma istəyirik ki, normalda ən böyük burada problem nədir? Biz istəyirik bir cümlə verək, o bizim bütün beynimizə oxusun, hər şeyi bilsin, bizə 10 cümləli istədiyimiz şeyi yazsın. Bu istifadə əslində süni intellekti tamamilə yanlış istifadə eləməkdir və bizim ondan süni intellektdən yaxşı nəticə alma ehtimalımız çox-çox daha aşağıdır. Ona görə promptlarla işləyəndə maksimum dərəcədə ətraflı, konteksti olan, çərçivəsi olan suallar verməliyik ki, bizə verdiyi cavablar daha aydın olsun. Çox ehtimal ki, siz ekologiya haqqında mətn yaz deyəndə belə süni intellekt sizə sual verəcək ki, bu mətin nəyə aid olsun, nə qədər uzunluğu olsun, necə olsun. Əvvəl heç o sualı da vermirdi, birbaşa yazırdı. İndi görürük ki, insanlar ancaq o mövzuda səhvlik edirlər. İndi vicdanlı tərəfdən düşüb, indi hələ sual verir, öyrənməyə çalışır. Öyrənməyə çalışır ki, bizə köməklik eləyə bilsin. Bura qədər sual var? Yoxsa yaxşı edir hər şey? Yaxşıdır müəllim hər şey. Sual yoxdur. Əla. Başqa kimsə var? Bəli müəllim, salam. Salam. Mən də Sizə salam. gəlmədi. Dinləyirəm sizi. Salamlar. Məsələn, biz əslində biraz əvvəl sual verən bir mövzu haqqında danışanda siz yox idiniz. Mənim maraqlıdır ki, hansı süni intellekt platformasından istifadə edirsiniz? Mən Magic School-dan daha çox istifadə edirəm Ümid bəy. Orada siz dediyiniz kimi daha konkret, spesifik, istiqamətlənmiş təlimatlar vermək üçün müəyyən məsələn tapşırıqların testlərin hazırlanmasına mən standartları da dövlət tərəfindən qoyulan siniflər üzrə, fənlər üzrə standartları da qeyd edirəm. Ancaq o beynəlxalq platform olduğundan Azərbaycan standartları orada yoxdur. Mən onu özüm PDF kimi fizika fənnini tədris edirəm. Məsələn, PDF kimi özüm yükləyirəm, yəni belə deyək də öyrədirəm o süni intellektdəki mən bu standartlarla işləyirəm və o standartlara əsasən gözləyirəm ki, o məsəl üçün testi hazırlasın.
Amma bununla yanaşı sinifin təlim göstəricilərində nəticələrini də qeyd edirəm. Məsələn, əlaçılarım tutaq ki 20%-dir, orta zəif oxuyanlarım falan qədər faizdir ki, o test nümunələrini hazırlayanda çətin, orta, asan və s. bunları da ona uyğun hazırlasın. Məsələn, hamısını çətin yox, bölsün bunları. Dediyiniz kimi o daha istədiyimiz formanı əldə etmək üçün müəllimdən də təcrübə biraz tələb olunur ki, o hansı formada necə istəyir, nəyi qiymətləndirmək istəyir, nəyi öyrətmək istəyir. Bu daha effektli olur və mən həmin platformanı beynəlxalq bir müsabiqədə də işlətmişəm. Keçən il COP29 Oxford Universitetinin keçirdiyi müsabiqədə və dünya üzrə seçilən 5 finalistdən biri oldum həmin vaxtı. Və Təbrik edirəm. Təşəkkür edirəm. Və gördüm, oradan Azərbaycana gələn həmin o 5 finalist müəllimlərdən biri Hindistandan idi. Cambridge School-un kafedra müdiri idi və onun icmal nümunələrindən gördüm ki, o da süni intellektdən yararlanıb. Yəni istifadə edib, yəni kopyalamayıb da, yararlanıb. Amma onun məsələn fikir verdim ki, o promptları daha necə deyim, işlək promptlar qoyubdu. Fəaliyyətlər hissəsi daha geniş təsvirlə idi. Məsələn, mən düşünmüşdüm ki, qısa konkret fəaliyyətləri yazsam kifayət eləyər. Həmin o sıralamada ilk yerə keçən o Hindistanlı müəllim fəaliyyətlər hissəsini daha geniş, bir müəllim götürüb onun icmalını elə bil özü yazmış kimi istifadə edə bilərdi də. O dərəcədə qəşəng, sanki o 45 dəqiqənin hər saniyəsini təsvir eləmişdi. O da görünür ki, o özəl məktəb olduğundan onlarda uşaq sayı az olur, 15 nəfərdən az olur özəl məktəblərdə. Onlara ona imkan var. Məsələn, mən dərs deyən siniflərdə, Rus sektorunda 49 uşaq var. Məndə o imkan yoxdur. Yəni, o da bəzi məqamlar var ki, onlar təcrübədən irəli gəlir. Bu baxımdan İstifadə olunduqca əslində təcrübə qazanılır elə içində. Bəli, bəli. Praktika ilə. Yəni mən daha çox bugün istifadə edirəm hansısa bir istiqamətdə baxım görüm belə deyək də irəli düşüncə nədir. Amma o biraz öncə qeyd eləmişdiniz ki, etik çərçivələr, etik qaydalar və s. qəbul edənlər var da. Artıq bu müəyyən ölkələr var ki, qeyri-formal da olsa bunu bildirir. Mən ona görə çalışıram ki, o mətni eyni ilə kopyalamayım. İstiqamət olaraq baxın, amma öz təcrübəmdən irəli gələn yazım nə işləyirəmsə onu mən daha çox belə istifadə edirəm. Promptlarda da ona uyğun qoyuram. Yaxşıdır, çünki bir yerdə əslində birbaşa onsuz da yazan kimi verdiyi şey istifadə edəndə onsuz da yaxşı nəticə alınmır. Üstündə biraz işləyəndə ideal nəticə alınır. Bu arada gələn dərsdə sizin üçün çox maraqlı bir şey keçəcək. Sizə onda gördüyüm qədərilə sizin işinizə çox yarayacaq ki, bir bot yaratmağı öyrənəcəyik. Platformaların içində də kodsuz. Birbaşa hansı sahə üzrə istəyirsə onun botunu yaradacaq. Onun birbaşa nələr eləməlidir, necə eləməlidir, onu bir dəfə ona öyrədəcəyik. Ondan sonra platforma həmin bot istədiyimiz işi bizim üçün görəcək. O çox maraqlı, çox işimizə uyğun bir şeydir. Onu gələn dərsdə öyrənəcəyik. Bu fikirləriniz üçün təşəkkür edirəm. Belə qarşılıqlı danışanda çox daha maraqlı keçir. Yəni tək tərəfli olmur. Həm də müəyyən кейslər var ki, sizdən olanda onlar bəlkə başqalarının da qarşılaşdığı problem olur. Elə olanda daha produktiv olaraq fikrimizə dərs keçir. Bunlara təşəkkür edirəm Ayla xanım. Çox sağ olun. Dəyərli düşüncələriniz üçün. Sonra gəlir süni intellektdə rol müəyyən eləmək niyə vacibdir? Burada ən əsas mövzulardan biri budur ki, biz bunu gələn dərsdə daha ətraflı keçəcəyik. Rol verməyin önəmi nədən ibarətdir? Çünki süni intellektdən biz cavab istəyəndə cavabı verir. Amma burada önəmli olan odur ki, o cavabı kim olaraq verir? Hansı mütəxəssis olaraq bizə o cavab verir? Bizə maraqlı olan ən əsas budur. Çünki
biz istədiyimiz sahə mütəxəssisi olaraq o bizə cavab verirsə, verdiyi cavabın dəyəri çox-çox daha yüksəkdir, nəinki X bir sahə üzrə. Süni intellektdə çünki hansı kontekstdə danışmalı olduğunu özü təyin edə bilmir. Eləyir, sadəcə bizim istəyimizə uyğun olmur. Biz ona rol, perspektiv və funksiya verəndə cavab bizim istəyimizə çox daha uyğun gedir. Süni intellektdə rol təyin eləmək nəyə görə lazımdır? Biz onu bir persona kimi yaradırıq ki, persona kimi. Bizə cavab verəndə sırf o persona olaraq cavab versin. O mütəxəssis, o ekspert gözündən versin. Bu da biz onu bildirəndən sonra cavabların tonu, strukturu tamamilə dəyişməyə başlayır. Biz onunla promptlarda indi məsələn öyrənirik rol vermə. Biz gələn dərsdə öyrənəcəyik ki, ona bir dəfə rolu ayarlardan elə ayarlayıb verəcəyik ki, rolu hər dəfə verməyimizə ehtiyac qalmayacaq. O bundan sonra biz süni intellektdə daha çox gələn dərsdə onu öyrənəcəyik. Biz süni intellektdə özümüzü tanıdacağıq. Bizim kim olduğumuzu biləcək, hansı işlə məşğul olduğumuzu biləcək. Təbii ki, şəxsi məlumatları burada nəzərdə tutmuram, işdən əlaqəli deyirəm. Çünki süni intellekti şəxsi məlumat üçün istifadə etmək mənim fikrimcə heç düzgün bir nüans deyil. Mən 2 ildir sadəcə iş üçün istifadə edirəm. Bütün hər yerdə deyirəm ki, süni intellekti sadəcə iş üçün istifadə edirəm, başqa heç bir şey üçün yox. Və biz ona süni intellektdə sonra özümüzü tanıdacağıq ki, biz kimik, biz nə iş görürük və süni intellektdən məsələn biz kim olaraq cavab gözləyirik. O ayarlamaları biz eləyəndən sonra cavab keyfiyyətinə birbaşa təsir eləyəcək nüanslardan biridir ki, biz ona hər promptda demək yerinə ki, sən filan kəssən, filan müəllim, ya filan sahənin ekspertisən, biz bir dəfə onu düzəldəcəyik, göstərəcəyik ki, ona sən süni intellektdə bir növ özünü tanıdacaq, onun kim olduğunu bildirəcək. O kim olduğunu biləcək və biz ondan cavab istəyirik. O cavabı kim olaraq istəyirik, onu öyrədəcəyik. Ondan sonra bu üstünlüklər rol olandan sonra nə olur? Dəqiqliyi artır. Ton və üslub daha uyğun olur, peşəkar yanaşma yaranır və düzgün dəqiqlik artdığı üçün vaxtımızı çox ciddi qənaət etmiş oluruq. Süni intellekt hansı mövqedən danışdığını bilir, hədəf auditoriyaya uyğun dildə cavab verir, verilən cavablar daha real və texniki inandırıcı görünür. Sonradan düzəliş ehtiyacı azalır. Yəni burada əslində əsas məsələ birbaşa bizə verdiyi cavablarla əlaqəlidir. Nə qədər bizə özəl, fərqləşmiş cavab versə, bizim üçün o qədər mükəmməl nəticədir. Ona görə bu da ən əsas nüanslardan biridir. Biz gələn dərsdə daha ətraflı keçəcəyik. Biz digər platformalara da keçək. Bizim işimiz əslində bu gün promptların örnəklərinə ChatGPT ilə istifadə edəcəyik. Gələn dərs yox, 3-cü dərsimizdə, 2-ci dərsimizdə digər platformalarda öyrənmiş olacağıq. Görsənir. Bu yazdıqlarımızı bir dənə burada test eləyək, verdiyi cavablarda görək. Coğra dərsi üçün test yaz. Bu biraz əvvəl zəif güclü prompt söhbəti vardı. Onu bir dənə test edək, verdiyi cavaba da baxaq. Bununla mən əvvəl işləmişəm deyə bu təqdimatı hazırlayanda 6-cı sinif iqlimlə əlaqəli, materiklə əlaqəli deyil. Amma burada belə bir şey dedi ki, indi bu məni tanıyır deyir. Yəni bunu X bir təzə profillə eləsək, eyni məlumat verməyəcək. Deyir, dəqiq yazmam üçün deyir mənə məlumat ver. Deyir, hansı sinif və hansı səviyyədə hansı səviyyə üçün nəzərdə tutulub. Məsələn, 6-cı sinif, qəbul imtahanı, YÖS imtahanı. Bir də deyir mövzu hansıdır. Biz bunları deyəndən sonra bizə daha ətraflı məlumat verəcək. Bu indi özünün verdiyi spesifik məlumat. Yazaq ki, bunu bir dənə screen eləyək. Yazdı. Olmasın. Bu prompt ataq. Yazsın bizə. 6-cı sinif üçün materiklər və okeanlar mövzusunda 5 çox seçimli test sual yaz. Hər sualdan sonra qısa izah əlavə et.
Burada indi gördüyümüz kimi daha ətraflı məlumat verməyə başladı istəyimizə uyğun. Məsələn, dünyanın ən böyük materiki, testi də hazırladı, altında qısa izahını da verdi. Deyir, məsələn, Afrika Avropa bir-birindən ayrılan su hövzəsi hansıdır? Aralıq dənizi Avropa ilə Afrika arasında yerləşir. Tarixi boyu sivilizasiyaları birləşdirən körpü olub. Digərinə ki, dünyanın ən kiçik materik hansıdır? Avstraliya haqqında məlumat. Tam olaraq istədiyimiz kimi bizə cavab verir. Və biz söhbət eləyəndə, biz bu söhbəti elədik. Məsələn, bizdə bura tarix haqqında, coğrafiya haqqında biz prompt yazdıq, bizə cavablarını verdi. Biz bunu deməli, başqa söhbətə keçid eləyiriksə, 100% yeni söhbət açıb davam eləməli. Eyni söhbət içərisindən davam eləməməli. Eyni söhbət içərisindən davam eləyəndə süni intellektin həmin vaxt olan mövzuları qarışdırma ehtimalı çoxalır. Hər söhbət yeni bir söhbətdə, həmin testlə əlaqəli başqa bir sualınız varsa, o söhbətdə davam edə bilərsiniz. Amma yeni bir söhbətə keçib, məsələn, tarix danışırsınız, ondan sonra Azərbaycan dilində danışmağa başladınızsa, söhbəti dəyişdirmək lazımdır. Eyni söhbətin içindən davam eləməməlidir. Hər söhbətdə, yəni new tab başladıq buradan istifadə eləməyə. Ya da sizlərdən istifadə elədiyiniz şeylərdən də hal-hazırda istifadə eləmək istədiyiniz örnəyiniz varsa, hal-hazırda bilin ondan əlaqəli biz ətraflı prompt hazırlayaq. Əlavə eləmək istədiyiniz bir şeylər var. Xeyr, yoxdur müəllim. Sağ olun. İndi bir dənə bunu da test edək. Azərbaycan tarixi üçün məqalə yaz. Zəif promptumuzu. Biz buna yazdıq ki, əvvəl normalda keçən istifadə edəndə necə idi? Azərbaycan tarixi üçün məqalə yaz deyəndə bizə birbaşa məqaləni yazıb verirdi. Amma artıq o məqaləni yazmamışdan əvvəl sualı verir, soruşur ki, o məqaləni necə yazmalıyam? Bölüb hissələrə deyir, hansı haqqında istəyirsinizsə seçin, mən ona görə sizə məlumat verim. Bu gördük ki, bizim üçün düzgün nəticə ala bilmirik bundan. İndi digərini də biraz əvvəl yaxşı, düzgün prompt dediyimizi bir dənə test edək. Bu bizim düzgün prompt dediyimizdə 7-ci sinif korpusdan qara rəsmi, 100 izahlı mətn yaz, mətni böl. Bu da bizim istədiyimiz kimi mətni hazırladı. Mətnin sonu haqqında da girişi, orta və son olaraq bizə məlumat verdi. Bu biraz əvvəl də qeyd etdiyimiz kimi bizim üçün yaxşı prompt sayılır. Sonra gəlir ki, bu rol vermə nədir, necə olur? İndi onu danışaq ki, məsələn, indi müəllimlik haqqında deyə bilmirəm. Məsələn, sizin olaraq Azərbaycan dünyanın məsələn ən yaxşı məktəbi, Oxfordun məktəbi var. Məktəbi var, universitet deməkdir, məktəbdən. Oxford, dil, məsələn, fizika. Bizim ən üst gördüyümüz yeri ona rol olaraq verəndə universitetində deyək. Rol vermək əslində belə bir şeydir ki, məsələn, biz fizika ilə əlaqəli Oxford Universitetində işləyən bir müəllimi yaradırıq.
Sən Oxford Universitetində uzun illərdir fizika dərsləyən bir professorsan. Birinci ona rol veririk, ikinci özümüzü tanırıq ki, mən burada məsələn, ən üst yerə qoymamızın səbəbi nədir? Ki, mövcud vəziyyətin ciddiliyinin fərqində olsun və ona görə bizə cavab versin. Çünki biz ona deyəndə ki, sən Oxfordda müəllim işləyirsən və bundan sonra biz həmin söhbətin içində nə sual versək ona, o perspektivdən bizə cavablayacaq ki, özünü qoyacaq həmin müəllimin yerinə. Siz deyə bilərsiniz ki, əslində burada belə bir şey yaranır ki, süni intellektin onda bütün məlumatlar var. Yəni bizim soruşduğumuz bütün məlumatlar onda mövcuddur. Biz onda deyə bilərik ki, biz niyə ona elə bir şey veririk? Burada belə bir nüans var ki, bizim onu vermə səbəbimiz ondan ibarətdir ki, süni intellektdə bütün məlumatlar var. Yəni loru dildə desək belə deyək. O həm müəllimdir, həm mütəxəssisdir, həm rəssamdır, həm musiqiçidir. O boyda bütün məlumatların içindən bir dairənin içindən biz bir kənarını seçirik, kvadratın içində. Biz bir kənarını seçirik ki, bizə o fizika hissəsi lazımdır sadəcə. O fizika hissəsində rol bu adam olmalıdır. Və bizə cavab verəndə özünü o insan kimi göstərib cavablar verməyə başlayır. Rol model ilə əlaqəli okey, hamı baş sala bildi, hamı üçün okeydir. Mövzu ilə əlaqəli bir sual var. Xeyr, yoxdur müəllim. Yenə bir şey deyim. Mən təqdimatı və rekordu qrupa göndərdim. Düzdür, dərsin rekordunu YouTube-a əlavə edib sonra göndərəcəm. Biraz gecə olacaq. Göndərəcəm, yəni bu gün göndərəcəm. Siz də baxandan sonra ya da hər hansı bir təqdimata baxanda ağlınıza sual olsa, birbaşa qrupda da yaza bilərsiniz. Öyrənmək istədiyiniz bir şey olsa, ya da qrupa yazıb soruşa da bilərsiniz, özünüz üçün bir not alarsınız. Gələn dərsdə başa düşmədiyiniz bir şeylər olsa müzakirə edək. Yaxşı müəllim. Süni intellektdə səhvlər deməyək, qeyri-dəqiq nəticələrin qarşısını almaq üçün promptları təkmilləşdirmə metodları haqqında biz danışdıq. Çünki süni intellekt istəyimizdən kənar promptu başa düşməyəndə ya da səhv başa düşəndə qeyri-dəqiq və lazımsız cavablar verə bilir. Onun qarşısını almaq üçün biz öyrəndik, təlim olunan məlumatda daha konkret göstəririk və burada ən əsas mövzulardan biri var ki, bu hamı tərəfindən olunan ən böyük səhvlərdən biridir. Deyim ki, süni intellektlə məsələn uzun bir məqalə üzərində, uzun bir plan üzərində, uzun bir test üzərində işləyirsinizsə, 10 səhifəlik. Siz süni intellektdən birdən-birə cavab tələb eləyəndə verdiyi cavab tamamilə yanlış olacaq. Onu ondan nə etmək lazımdır? Süni intellektdə 10 səhifəlik məsəl üçün deyil, 10 səhifəni biz tərcümə eləmək istəyiriksə, onu birbaşa tərcümə eləyəndə verdiyi nəticə düzgün nəticə olmur. Və ya 10 səhifəlik biz bir plan hazırlamalıqsa, dərs planı ya da dərs planı ilə əlaqəli hazırlayacaqsa, yenə düzgün nəticə olmur. Burada düzgün nəticə olması üçün nə etməli, necə eləməli? Burada 10 səhifəlik varsa, onu bölüb 3 səhifə işləməyimiz lazımdır ki, necə? Süni intellekt bizə mövzu hazırlamalıdır, 10 dənə başlıq çıxartdı. Deyirik ki, məsələn, biraz əvvəl dediyimiz kimi ekologiyanın qorunması haqqında 10 maddəlik bir şey üzərində işləyirsiniz, plan hazırlayırsınız. 10 hissəyə böldük, başlıqları çıxartdıq ki, birinci nəmə suyu az istifadə etməli, ikinci təbiətə plastik azaltmaq, 10 dənə. Və siz bunun hamısı haqqında yazı yazmalısınız. Siz onun haqqında da yazı istəyəndə süni intellekt sizə düzgün cavab verməyəcək. Onları 10 hissəyə böldük, onu başlıqlarla. İlkin etapda başlıqlar əldə var. Ondan sonra başlıqları 2-2 başlayacağız. Deyək ki, məsələn, ilk 2 ya da 1-1 ya da 2-2. Gedəcək ki, ilk 2 başlıq üçün ətraflı məlumat verir. İlk 2 başlığı yazacaqsınız, siz düzəliş eləyəsiniz. Okey olandan sonra
3-ü 4-ü istəyərsiniz. Yəni məsələn mən bir slayd hazırlayıram, içində 15 səhifəlik məlumat olacaq. Mən süni intellektdən birdən-bir 15 səhifəlik məlumatı istəmirəm ki, buna bu dərsə hazırladığım slayd da daxildir. Ona necə olur? Başlıqlar çıxardılır ilk. 15 səhifə, 15 başlıq deməkdir varsa. 15 başlıq üçün hər başlıq üçün mən ayrı mətn alaraq davam edirəm. 2 səhifə üçün eyni anda mətn almıram. Niyə elə olduğunu desəz, elə olanda cavab keyfiyyətini çox konkret aşağı salır və müsbət cavab vermir bizə. Cavab keyfiyyətinə ondan çox təsir edir. Ondan siz də uzun yazı üzərinə işləyirsinizsə, uzun bir məqalə üzərinə işləyirsinizsə, ya da təqdimat hazırlamaq istəyirsinizsə, həmişə addım-addım, etap-etap, step by step irəliləmək lazımdır ki, bu süni intellektin ən önəmli nüanslarından biridir ki, çox insan bunu səhv eləyir. Eyni anda 15 səhifənin də yazısını almaq istəyir, 15 səhifənin yazısı da keyfiyyətli cavab olmur. Ona görə yaxşı nəticə alamır. Onları etap-etap bölüb onun haqqında bizə məlumat verməyə çox daha yaxşı olur. Və burada belə bir nüans var ki, həm də bölmə səbəbi nə ilə əlaqəlidir? İlk verdiyi birinci səhifədə, verdiyi yazılarda ümumi yanlış anlaşılma və problem varsa, biz onu yerindəcə həll edəndən sonra verdiyi cavablar bizim üçün daha uyğun olmağa başlayır. Ona görə süni intellektdən hər zaman cavab alanda etap-etap, addım-addım, step by step irəliləmək lazımdır. Burada yenə bir örnək daha veririk. Çünki belə bir şey deyim. Biz bu arada promptlarla dərsi bir dərsə öyrənə biləcəyimiz bir mövzu deyil. Promptun mükəmməl tərəfi ondadır ki, biz süni intellektdən istifadə edəndə bütün işlərimiz promptla keçir deyə. Biz ilk dərsdə promptun nədir mühəndisliyi, onun haqqında məlumat sahibi olduq. Biz artıq növbəti dərslərdə, gələn dərs, ondan sonraki dərsdə artıq şəkil hazırlamağa başlayacağıq. Şəkil hazırlayanda da bizim işimiz promptdan keçəcək. Daha yaxşı prompt yazmağı bacarmalıyıq. Ona görə biz şəkil yazanda da promptu təkmilləşdirəcəyik. Ki, şəkil yazanda prompt necə yazılmalıdır. Ümumi olaraq bütün işlərimiz promptdan keçir. Şəkil yazanda da promptu təkmilləşdirəcəyik. Ondan sonra gəlir video yazanda da biz promptu təkmilləşdirəcəyik və biz dərsin sonuna qədər prompt dərsini bir dərs keçməyimizə baxmayaraq, dərsin sonuna qədər promptu daha ətraflı başa düşmüş olacağıq və o bizim üçün daha yaxşı olacaq. Yəni bir dərsdən o mövzunu tamamilə öyrənmək demək olar ki, qeyri-realdır. Bu bizdə deməli birinci dərs dediyimiz kimi biz generativ AI-ın girişi, generativ AI nədir, nədən ibarətdir, onu öyrəndik ilkin etapda necə olmalıdır. Ondan sonra biz keçdik prompt mühəndisliyinə ki, prompt mühəndisliyi bizim həyatımızda rolu nədir? Prompt mühəndisliyin həyatımızda rolu nədir, necə olmalıdır? Onu təkmilləşdirdik. Örnəklərə də baxdıq. Burada sizin deməli bizdə gələn dərsdən etibarən dərsimiz nə olacaq? Gələn dərsdən etibarən bizdə dərsdə olacaq ki, biz hamımızın istifadə elədiyi ChatGPT-nin düzgün istifadəsi haqqında daha ətraflı məlumat alacağıq ki, buna ChatGPT-nin içində botlar qurmaqdır, ChatGPT-yə özümüzü tanıtmaqdır, ChatGPT-nin paralelində məsələn pullu olan şeylər hansı platformalarda pulsuzdur, daha uyğun istifadə edə bilərik, onları öyrənəcəyik və bununla bir yerdə də text to text, yəni yazı ilə əlaqəli olan bütün hissələri tamamlamış olacağıq. Bununla promptlarla əlaqəli bir sual var sizdə? Çünki sual demək olar ki, heç gəlmir. Xeyr, yoxdur. Xeyr, yoxdur. Tamam. İndi burada iki dənə nüans var. Ya mən çox yaxşı danışıram, ya da heç danışa bilmirəm. Ondan elə sual heç gəlmir. Ümid edirəm ki, hər şey anlaşıla bilər, hər şey çox rahat olur sizin üçün ki, heç bir sual işarəsi yoxdur. Dediyim kimi, dərs göndəriləndən sonra, dərslərlə tanış olandan sonra hər hansı bir sualınız olsa, birbaşa gözləmək istəmədiyiniz bir mövzusa, yerindəcə öyrənmək istəyirsə, birbaşa qrupa yaza bilərsiniz. Daha ətraflı mən də yerindəcə məlumat verirəm və baxanda halınıza hal-hazırda belə dərsə baxmasınız belə gün ərzində işləyəndə süni intellektin hansı problemlərlə qarşılaşırsınızsa, o mənim üçün çox-çox xoş olar ki, onu not eləyəsiniz
Biz gələn dərsdə müzakirə eləyəndə sizin real problemləriniz üzərində müzakirə etsək bizim üçün çox daha yaxşı olacaq. Bunu mənim üçün eləyə bilərsiniz. Çox əla olar. Nə tip, yəni bu ilk dərsimiz idi. Biraz tanışlıq oldu. Biz süni intellektlə tanışlıq oldu, tanıdıq. Amma mənə lazım olan ən əsas şeylərdən biri sizin real süni intellektlə işləyəndə yaşadığınız problemlər, yaşadığınız çətinliklərdir. Onu mümkün qədər olsa siz qarşılaşdıqca qeydlər aparasınız. Ondan sonra dəstədə biz müzakirələr eləyək, onların o problemləri aradan qaldıraq. Yaxşı müəllim. Əla, tamam. Çox sağ olun, təşəkkürlər. İlk dərsimiz bura qədər idi. Ümid eləyirəm sizin üçün faydalı oldu. Və ayırdığınız vaxt üçün faydalı oldu. Çox sağ olun, çox aydın izah elədiniz. Əla, çox sevindim. Çox sağ olun, təşəkkürlər. Çox sağ olun. Ya sizlərlə eyni ortamda olmaq, sizlərlə bir təlim keçirmək mənim üçün də çox xoş idi. Çox sevindirici idi. Ümid edirəm gələcək dərslərimiz də belə maraqlı olar. Sizdən tək istədiyim maksimum dərəcədə aktiv iştirak eləməyinizdir. Təşəkkür edirəm. Özünüzə diqqət eləyin. Axşamdan dərsi qayda olaraq göndərəcəm sizə. Çox sağ olun. Ümid müəllim, bir soruşa bilərəm Buyurun, bilmədi amma. Siz şagirdlərə də bu təlimi eyni məzmun keçirsiniz də yəqin ki. Əslində onlara tamamilə yumşaldılmış versiyada keçir. Nəyə görə deyirəm? Ola bilər birdən öz günümüzdə qoşula bilməyəndə, uşaqlara mane olmadan biz də qoşula bilərik. Əslində qoşulmaq olar. Sadəcə onların elə belə deyim də, onlara keçdiyimiz dərsdən sizə keçdiyimiz dərslərin mövzuları eynidir, amma anlatım şəkli tamamilə fərqlidir onlardan. O aydın məsələdir, onlara daha rahat dildə. Sadəcə elə gün ola bilər ki, qoşula bilməyəndə canlı ünsiyyət daha gözəl bir şeydir. Tamam, əslində orada belə olar ki, biz canlı qoşularsınız. Mikrofonu açmadan mane. Sonra rekorda da baxsaz sizin üçün əla olar. Yəni uşaqlarla olan dərsə qoşulub üstünə bizim keçdiyimiz dərsin rekorduna baxsaz əla olacaqdır. Bəli. Çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm. Növbəti dərsdə görüşərik.